Onlar Deguninskaya küçəsinə çatanda artıq Toran qovuşurdu. Andrey əvvəlki kimi sükan arxasında idi. Drongo və Lyubomudrov maşından düşərək qətil günü Aleksandr Mixayloviçin həmin mərtəbədəki nömrəsində işləyən Svetlana Koptevanın yaşadığı mənzilin olduğu 3 saylı binaya doğru tələsdilər. Mənə də qalxmağa izin verirsiniz, yoxsa aşağıda gözləyim? Vəkil soruşdu. Əgər istəyirsinizsə birlikdə qalxay, deyə Drongo dedi. Bəlkə də mötəbər bir adam görüb bir qədər üz yola oldu. Onlar pilləkənlə qalxdılar. Tənginəfəsliklər əziyyət çəkən Vikenti Alekseyeviç ağır nəfəs alırdı. Nəhayət onlar 4-cü mərtəbəyə dayandılar və Drongo qapının zənginə bastı. Yarım dəqiqə gözlədi. Qapı arxasında sükut hökm sürürdü. O, bir daha zəngi bastı. Nəhayət adım səsləri eşidildi və qapı açıldı. Candarda baz burutlu, çılpaq bədənli cavan oğlan göründü. Pəzəvəng, narazı qonaqlara baxdı. Sizə kim lazımdır, deyə o soruşdu. Bu, Koptevalın mənzilidir. Hə, sizə Sveta lazımdır. Cavan oğlan anlayaraq çevrildi və səslədi. Sveta, sənin yanına gəliblər. Mənzilin içərilərindən tünd rəngli xalat geymiş bir qadın çıxdı. Xarici görkəmində o qapının ağzında dayanan cavan oğlandan yaşlı görünürdü. 40-dan az yaşı yox idi. Onun keçmiş gözəlliyin izlərinin özündə saxlayan şişkin torbalanmış siması vardı. Parlaqlığını hələ də itirməyən yaşıl gözləri, hisslərini biruzə verən dodaqları ilə diqqəti çəkirdi. O təəccüblə Drongoya baxırdı. Sizə nə lazımdır, deyə o soruşdu. Svetlana Kopteva sizsiniz, deyə Drongo dəqiqləşdirdi. Bəli, mənəm. Bəs siz kimsiniz? Bizim sizinlə söhbətimiz var. Drongo sözə başladı. Çox şəxsi söhbətdir. Kopteva soruşdu. Siz hardansınız? Axı mən müstəndiqlərin bütün suallarına cavab vermişəm. Vəsiqəniz var? Ondan daha təcrübəli olan gənc Alfons soruşdu. Lyubomudrov cibindən vəsiqəsini çıxarıb cavan oğlana göstərdi. Vəkil, o icrahla dilləndi. Yaddaşlardan hələ də silinib getməmiş Sovet mentaliteti bu cavana da təsirini göstərmişdi. Hakimiyyət nümayəndələri, prokurorlar və milis əməkdaşları hesab edilirdilər. Ənənəvi olaraq vəkillərə ehtiram bəslənilmirdi. Bəzi ali məktəblərdə isə bütün ciddiliyi ilə bu məsələ müzakirə olunurdu ki, cinayətkarları müdafiə edən vəkil partiya üzvü ola bilərmi? 90-cı illərdən sonra vəziyyət bir qədər dəyişildi və öz peşələrinin səciyyəvi xüsusiyyətlərinə və buna uyğun qonorarlarına görə fərqlənən vəkillər hüquq münasibətləri sistemində özlərinə layiq yerlər tutmağa başlasalar da, bütün təhqiqat və məhkəmə prosesinin mərkəzində olan dəyərli məfhumlarla qərb sisteminə hələ çox qalırdı. Nə istəyirsiniz? Kopteva narazı soruşdu. Hər halda biz sizinlə danışmaq istərdik. Drongo yavaşca cavan oğlan qapıdan kənarı itələyib gülümsündü. Onun hündür boyu və sentnerdən az olmayan çəkisi ilə qapını azacıq itələməyə kifayət idi ki, oğlan kənarı utsun. Amma o, Koptevanın aşinasını sadəcə olaraq qapıdan kənarlaşdırdı. Sən hələ bir dalaşırsan da, Alfons narazı donquldanaraq əlini qaldırdı. Drongo onu tutdu. Lazım deyil. O ciddi tərzlə dilləndi. Davaya baş qoşmaq məqsədə uyğun deyil. Görünür bu sözlərin söylənildiyin danışıq tərzi və bütünlüklə Drongonun zəhmli görkəmi öz təsirini göstərdi. Cavan oğlan əlini buraxdı və donquldana kənara çəkildi. Keçin. Kopteva siqaret çəkmədən batmış xırıltılı səslə dedi. Onun 2 otaqlı mənzili keçmiş təmtarağın izlərini özündə saxlayırdı. Görünür bu qadın həmişə oteldə xadim işləməmişdi. Divarda 2 çox yüksək keyfiyyətli şəkil asılmışdı. Hətta köçürmə də deyildilər. Əyləşin, deyə qadın masanın ətrafına düzülmüş stulları göstərdi. Artıq əyninə köynək geyinməyə macal tapmış gənc dostu isə öz narazılığını açıq-aşkar hamıya bildirmək üçün küncdə dayandı. Svetlana qonaqlarla üzbəyiz oturdu, siqaret çıxarıb çəkməyə başladı. Biz sizin vaxtınızı çox almayacağıq, deyə Drongo sözü başladı. Bizim cəmi bir neçə sualımız var. Cavan qadın qətlə yetirilən gün nömrəni yığışdıran siz idiniz. Svetlana başını tərpətdi. Mən idim. Siz qətlə yetirilən qız olan nömrədə şübhəli heç bir şey sezmədiniz ki? Xeyr, o gözlərini ehmalca qaçırdaraq cavab verdi. Xeyr, görmədim. Nömrəni təmizləmək üçün sizi Mikhail Qoqoladze qətlə yetirilən tapandan sonra çağırdılar. Siz də dərhal mərtəbəyə qalxdınız. Xeyr, dərhal qalxmadım.
Əvvəlcə bizim rəhbərliyi direktoru, təhlükəsizlik xidmətini çağırdılar, sonra prokurorluqdan nümayəndələr, müstəntiqlər gəldilər və ancaq bütün bunlar bitdikdən sonra mənim nömrəni yığışdırmaq üçün çağırdılar. Orada qan çox olduğundan qavroliti təmizləmək mümkün değildi. Amma mənə dedilər ki, əgər leşi təmizlənmirsə, çox da cəhd göstərməyin. 2 gündən sonra onu dəyişdirdilər. Kim demişdi ki, çox ciddi cəhd göstərməyin. Drongo dərhal dəqiqləşdirildi. Qadın tutuldu. Yadımda deyil deyə o inadla təkrar edirdi. Siz adətən bu mərtəbədə işləyirsiniz. Drongo inadkarcasına davam edirdi. Deməli, mərtəbədəki bütün nömrələri yaxşı tanıyırdınız. Doğrudanmı qeyri-adi heç nə sezmədiniz? Yox, heç nə sezməmişəm. O, siqareti söndürüb israr etdi. Mən heç nə görmədim. Mən ancaq nömrələri yığışdırıram deyə o açıq-aşkar meydan oxuyurmuş kimi dilləndi. Siz əvvəllər nə işləmisiniz? Drongo qəflətən səsini indirdi. Nə? O başa düşmədi. Ya da ki, özünü elə göstərdi ki, başa düşmədi. Otelə getməzdən əvvəl siz harada işləyirdiniz? Ərim rəssam idi. Mən isə teatrda işləyirdim. Qrimçi idim. Hətta şöbənin müdiri də olmuşam. İxtisara saldılar, sonra ərim məni atdı, xadəməlik etməyə məcbur oldum. O, ikinci siqareti çıxartdı, qullab vurdu və soruşdu. Qınayırsan? Drongo cavab verdi. Yox, niyə ki? O başa düşürdü ki, qadının sualında daha çox sətiraltı məna var. Bu, həm onun arxasında dayanmış gənc Alfons, həm həyat dərsi, həm işi və ümumiyyətlə bütövlükdə həyat haqqında verilmiş bir sual idi. Drongo da bu sözə verilmiş sualın bütün energetikasını sərf edərək düz cavab verdi. Qadın bunu başa düşdü ki, və minnətdarlıq əlaməti olaraq başını tərpətdi. Bəlkə hər necə olsa da siz nəsə görmüşsünüz? Drongo bir daha soruşdu. Qadın susaraq başını buladı. Dərin bir qullab vurdu. Sonra qəflətən siqareti söndürdü və ayağa qalxdı. Başqa sualınız var? Deyə o soruşdu. Şəklin altında nə var idi? O qadının necə səksəndiyini gördüm. Bunu sezməmək mümkün değildi. Şəklin altında o kəkələyərək təkrarən soruşdu. Hətta əgər o başqa heç nə deməsəydi belə şübhələnmək kifayət idi ki, torbada bir şey var. Drongo ilə Lyubomudrov baxışdılar. Elə bu anda da hər şeyə küncdə dayanıb onu unutduqlarını güman edən gənc Alfons korladı. O kesə dedi, heç nə yadında deyil. Sizə dedi axı. O Drongoya tərəf bir neçə addım ataraq güclə bayıra qovmaq niyyəti ilə onun qolundan tutdu. Drongo Svetlanaya baxaraq sualına cavab gözləyirdi. Qolunun sıxıldığını hiss edəndə qeyri-ixtiyari yumruğunu düyünləyib sağ qolunun dirsəyi ilə bu həyasızın qarnına bir zərbə vurdu. O qışqırıb ağrıdan 2 qat əyildi. Lyubomudrov üz gözünü turşutdu. Drongo isə gözlərini qadının gözlərindən çəkmirdi. Qadın ağzını açıb bir kəlmə də olsun belə demədi. Amma qəflətən başını tərpətdi və sanki bununla da Drongonun bütün şübhələrinin doğru olduğunu təsdiqlədi. Şəklin altında balaca kamera quraşdırılmışdı. Əlbəttə, Drongo anlayırdı ki, kameranın oradan prokurorluğun əməkdaşları gəlinədək çıxartmışlar. Amma o başqa bir şeyi də başa düşürdü. Əgər hər halda kamera çarpayı ilə üzbəyiz asılmış şəklin altında yerləşdirilmişdisə, onda nömrəni yığışdıran xadimə böyük məharətlə gizlədilən kəsilmiş naqilləri, əgər onlar şəklin altında idilərsə və ya kameranın səliqə ilə sahmanlanmış yerini görməyə bilməzdi. Bəlkə də Svetlanaya susmağı məsləhət görüblər və o belə etiraflardan sonra çətin sağ qalacağını anlayaraq hər bir şeyin necə baş verdiyini, ağzını kilidli saxlamağı ona məhz kimin tövsiyə etdiyini ömründə deməyəcək. Amma onun başının işarəsi ilə təsdiqi kameranın həqiqətən qətl anında mövcud olduğunu anlamaq üçün kifayət idi. Böyürlərində dayanan oğlan ağrıdan inildəyirdi. Drongo qadına tərəf addım atıb soruşdu. Kim? Kim sizə məsləhət görüb ki, heç nə danışmayasınız? Qadın başını buladı. Baxışlarında höcətli, qığılcımı yandı. Mən heç nə bilmirəm. O get-gedə əsəbləşərək dilləndi. Drongo başa düşdü ki, indi daha heç nə soruşmağın yeri deyil. Qadın sadəcə olaraq heç bir suala cavab verməyəcək. Xudafiz. Drongo qapıya tərəf çevrildi. O döşəmədə zarayan Alfonso yüngülcə kənara itələyib çıxışa doğru getdi. Lyubomudrov onun arxasınca addımlayırdı. O mənzildə ağzını açıb bir kəlmə də olsun danışmamışdı. Yalnız onlar pilləkənə çıxarkən açıq-aşkar təriflə dilləndi. Siz pis işləmirsiniz. Həm söhbətinizin şəxsiyyətinə diqqət yetirməyi bacarırsınız. Minnətdaram. Drongo köksünü ötürdü. Onlar blokdan çıxdılar. İlginin əyləşdiyi Audi küçənin əks tərəfində dayanmışdı.
O, artıq şəhərin mərkəzinə getməkdən ötürü maşını döndərməyə macal tapmışdı. Lyubomudrov birinci çıxdı. Dronqo onu irəli buraxmışdı. Elə bu anda da əylədən tükürbədici səs eşidildi. Uzan! Dronqo vəkili itələyərək qışqırdı. Onların başlarının üzərində avtomatla güllə yağışı yağdı. Gülləni gəlməyi ilə gözdən itməyi bir olan tünd rəngli Hondadan atırdılar. Andrey İlyin əlində silah sıxaraq küçənin digər tərəfindən qaça-qaça gəlirdi. Dronqo ağır-ağır nəfəs ala-ala ayağa durdu və Vikendi Alekseyeviçə qalxmağa kömək etdi. O, ayağa durmağa cəhd göstərsə də yazıq-yazıq səsləndi. Deyəsən siz mənim diz qapağımı sındırmısınız. Lyubomudrov donquldandı. Amma hər halda çox sağ olun. Minnətdarım. Siz mənim həyatımı xilas etdiniz. Atılmış güllə səslərindən narahat olmuş adamlar qonşu bloklardan görünməyə başladılar. Belə hesab edirəm ki, deyə Dronqo etiraz etdi. Əgər onlar bizi öldürmək istəsəydilər, küçəni keçməyimizi gözləyə bilərdilər. Onlar daha çox bizi qorxutmaq istəyirdilər. Toplaşanların sayı get-gedə artırdı. Lyubomudrov ağırdan üz-gözünü turşutdu. Qalxmağa cəhd göstərdi, amma ayağı lap bərk ağrıyırdı. Ona kömək elə. Dronqo Andrey İlyini qışqırdı və yenidən geri bloka cumdu. Yuxarı qalxdı və var qüvvəsi ilə zəngin düyməsini basdı. Qapı açıldı. Kandarda yenə də həmənki İndi isə quduzlaşmış cavan oğlan əlində böyük mütbəq bıçağı tutaraq dayanmışdı. Səni öldürəcəyəm. O, sağ əli ilə hücum edən batıq səslə dedim. Rəzədən yapışmış Dronqo qapının üzünə tərəf dartdı və onun əlini qapının arasında qoydu. Oğlan ağırdan qışqırdı. Bıçaq yerə düşdü. Dronqo bıçağı götürdü və qapını itələdi. Cavan oğlan otağa cumdu. Dronqo mənzilə daxil oldu və mətbəxdə səs eşitsək oraya tələsdi. Svetlana pəncərənin önündə dayanmışdı. O, evinin qarşısındakı küçədə baş verənləri görməyə bilməzdi. Sən hər şeyi gördün? Dronqo qışqırdı. Onun adını mənə de. Səninlə danışan kim idi? Yaxud sənin növbətçiliyinin zamanı nömrədə kamerini quraşdırmaq istəyən kim idi? Mənə de və şəhərdən qaç get. Gələn cümə axşamına qədər. Ondan sonra sənə toxunmayacaqlar. Onun adını mənə de. Sən kameranı orada quraşdıran və ya çıxardan adamı tanıyırsan? Tezdir, əks halda gələn dəfə gülləni sənə atacaqlar. Lisakov, qadın mızıldandı. Georgi Lisakov, milis mayoru. O bizim rayonun milis şöbəsində işləyir. O dedi ki, kamera barədə heç kimə heç nə deməyim. Şəklinin altında heç nə yox idi, ancaq məhfillər qalmışdı. Mən dərhal sezdim ki, şəkli təzədən asıblar. Mayor mənə xəbərdarlıq etdi ki, heç kimə heç nə deməyim. Aşağıda şəklinin altında balaca kamera yerləşdirilmiş çuxur var idi. Belə düşünürsünüz ki, onlar məni öldürəcəklər. Tez olun mənzilinə qaçın. Gələn cümə axşamına dək sizə özünüzü qorumaq lazımdır. Sonra heç kimin sizinlə işi olmayacaq. O sağollaşarkən söylədi. Amma təki mənzildə qalmayın, deyə o artıq dəhlizə qaçarkən əlavə etdi. Mənzildən çıxarkən o, barmaq izlərinin qalmaması üçün yaylığını çıxardıb mətbəx bıçağını sildi. Bundan sonra isə bıçağı döşəməyə tullayıb, arxasınca qapını bərk çırparaq çıxdı. Aşağıda maşında onu Andrey İlyin və arxa oturacaqda əyləşib ağırdan inildəyən Vikend Alekseyeviç gözləyirdilər. Xəstəxanaya gedib ilk şübhələrin düzgün çıxması üçün rentgen çəkilişləri və həkimin müayinəsinə cavablarını uzun müddət gözləməli oldular. Lyubomudrovun diz qapağı sınmamışdı, amma Dronqo onu yeri itələyəndə dizini çox bərk əzibmiş. Vikend Alekseyeviç bir neçə gün yataq rejimində qalmağı tövsiyə edib evə göndərdilər. Yalnız bundan sonra milisə getməli və uzun müddət izah etməli oldular ki, onları kim və nəyə görə güllə barana tutub. Özü də milis işçilərin ən çox maraqlandıran o idi ki, güllələr nə üçün hədəfə dəyməyib. Adətən belə hallarda qatillər sərras satırlar. Burada isə yalnız Lyubomudrovun çox da zədələnməmiş ayağından savayı heç nə yox idi. İlyinin öz maşınından qaçarkən götürdüyü tapancasını nəzərə almaq gülməli idi. Bunlara baxmayaraq, naməlum adamlar Kantevanın evinin qarşısında peyda olaraq uzun avtomat qatarını Dronqo və Lyubomudrovun başının üstündən boşaldıb cəld də yoxa çıxmışdılar və sanki bu cür qəribə bir hücum onların planlarına daxil idi. Onlar saat 6-ya dək çərlədib zəhlələrini ilə tökmüşdülər ki, sanki zərərdədirlər, özlərini güllə barana tutmuşdular. Nəhayət onlar buraxanda dan yeri sökülürdü. 3-cü günün səhəri başlanırdı. Dronqo şülküt, məyus, qaşqabaqlı halda maşına tərəf getdi.
Saatına baxdı. İlin onlar evə çatanadək sükan arxasında az qala yuxulayırdı. Biraz yat, Drongo məsləhət verdi. Sabah saat 12-də gələrsən. Xudafiz. Andrey sağollaşmaq üçün başını tərpətdi. O doğrudan da yatmaq və heç nə haqda düşünməmək istəyirdi. 3-cü gün. Andrey maşını Drongo'nun yaşadığı evin blokunu düz qarşısına sürəndə saat 12 tamam idi. O işə qaşqabaqlı, qara dinməz bir görkəmlə aşağı düşdü. Nə olub? Deyə İlin Drongo onun Audisini oturarkən soruşdu. Sübh tezdən artıq 3 səhv etmisən. Drongo narazı dedi və əgər bu ruhda davam etdirsən, biz çətinci bir nəticəyə nail olaq. Andrey başa düşmədi. Hansı səhv? Siz nə danışırsınız? Əvvəla, yaşadığım bloka tərəf gəlmək lazım deyildi. Maşını binanın yanında, daha yaxşısı küçənin əks tərəfində saxlamaq olardı. İkincisi, ümumiyyətlə maşını dəyişdirmək lazım idi. Dünən bizi qorxutmağa çalışanlara sizin maşınınız artıq məlumdur. Və üçüncüsü, mən sənin maşınına oturan anda yerindən tərpənmək çox böyük ehtiyatsızlıqdır. Çox güman ki, bizi izləyirlər. Ona görə də bir saniyə gözləyib ətrafa nəzər salmaq və yalnız bundan sonra həyətdən çıxmaq lazım idi. Nəzərə alaram. İlin qaşqabağını töküb pərt halda donquldandı. Drongo'nun bir dəfəyə onun bu qədər səhvini tutması heç ürəyincə deyildi. Əvvəllər harada işləmisən, deyə Drongo soruşdu. Mühafizə agentliyində, Andrey cavab verdi. Əsgərlikdən gələndən sonra mühafizə agentliyinə getdim. Desantçı olduğumdan məni işə dərhal götürdülər. Sonradan isə Fedoseyevin yanına işləməyə keçdim. Onun səni öz müavini təyin etməsi qəribədir. Axı sən şirkəti işə düzələnə qədər onunla bircə çalışmamısan. Xeyr, işləməmişəm. Amma sənimcə Fedoseyev əvvəllər tanıdığı keçmiş həmkarlarına o qədər də etibar etmir. Bir dəfə mənə demişdi ki, öz dostlarını satmaq üçün keçmiş zabiti necə dilə tutmağı çox gözəl təsəvvür edir. Mən də başa düşdüm ki, o keçmişdə əhatəsində olmuşları o qədər də etibar etmir. Aydındır. Lisakov haqqında nəsə öyrəndinizmi? Milis mayorudur. Həqiqətən də yerli idarədə işləyir. Cinayət axtarış idarəsinin baş müfəttişidir. Xidməti xasiyyətnaməsi çox müsbət səciyyələndirilir. Doğrudur, bir çoxlarına fikrincə o çox qazlı cahildir. Nəticələri həqiqətən də pis deyildir. Görünür, onun geniş agenturası var. Bir dəfə onu orqanlardan kənarlaşdırmaq istəyiblərmiş 3 il bundan əvvəl. Amma sonra işi xitam ediblər. Drongo maraqlandı. Nə üstündə kənarlaşdırmaq istəyiblər? Əməkdaşını döydüyünə görə. Nə isə bölüşdürə bilməyiblər, amma bir-birlərindən şikayət etməyiblər və iş xətm olunub. Həmkarını döyüb, Drongo fikirli-fikirli təkrar etdi. Təsəvvür edirəm ki, o şübhəliləri necə münasibət bəsləyir. Onun müsbət nəticələri də elə buradadır. Maraqlı detaldır. Daha nə? Evlidir, amma uşağı yoxdur, idmancıdır. Keçmiş boksçu, idman ustasıdır. Belə hesab edirlər ki, çox güman podpolkovnik rütbəsi ala bilər. Gözdən salan heç nə tapmaq mümkün olmamışdır. Getdik milisə. Bu gələcək podpolkovniklə danışım, deyə Drongo qərar verdi. Oldu, İlyin başı ilə cavab verdi. Amma mayor işdə yalnız fasilədən sonra olacaq. Lisakovun işdə məhz nə vaxtlar olduğunu zəng edib öyrənmişəm. 3 səhvindən birini geri götürürəm. Drongo həlimliklə qeyd etdi. Sən ki görüşümüzə qədər səhər-səhər zəng edib hər şeyi öyrənmisən. Əhsən, hara getməliyik? Sizin ofisinizə. Görək Lvovda baş verənlərdən xəbər tuta biləcəyikmi? Bəlkə oradan təzə məlumatlar var. İlyin razılaşdı. Getdik. Yol üstü maşını dəyişərəm. Xahiş edib bir neçə günlüyü başqasını götürərəm. Bir qədər susduqdan sonra soruşdu. Necə düşünürsünüz? Biz nəsə edə biləcəyik? Bilmirəm. Drongo səmimi etiraf etdi. Mən sehirkar deyiləm. Əlbəttə ki, cəhd göstərərik. Düzü vaxtımız çox azdır. İşlərin istənilən vəziyyətində cəhd etmək lazımdır. Mənə elə gəlirdi ki, siz gələnə kimi hər şey öz yoluna düşəcək. Andrey səmimiyyətlə etiraf etdi. Sanki öz-özünə belə olmur. Drongo narazı deyindi. Heç nə öz-özünə cərəyan etmir. Konkret nəticə əldə etmək üçün çox işləmək lazımdır. Sizin haqqınızda o qədər eşitmişəm ki, Andrey etiraf etdi. Düşünürdüm ki, qatili bircə günə tapacaqsınız. Hə də, romanlardakı kimi gəldin, mehmanxanada gəzişdin və qatili papiros kötüyünə görə tapdın. Həyatda belə alınmır. Bir çox faktorları nəzərə almaq, təhlil etmək lazımdır. Cinayəti özlərinə nə lazım olduğunu yaxşı bilən çox təcrübəli qrup hazırlayıb.
İlyin başını tərpətdi və şirkətin ofisinə gedib çatana dək heç nə soruşmadı. Fedoseyevi görmək birinci dəfə olduğu kimi yenə də müşkül məsələ idi. Hər yerdə müzakirələr dayanmışdılar. Nəhayət ki, onlar təhlükəsizlik xidmətinin rəisinin kabinetinə çatdılar. Yenə də ucaboy katibə qız heç nə soruşmadan onlar kabinetə buraxdı. Sizin dünənki atışmanız haqqında eşitmişəm. Savva Afansayev qonaqlar kabinetdə yerbəyər olub rahatlanandan sonra dedim. Lakin deyirlər hər şey yaxşı qurtarıb. Onlar bizi ancaq qorxutmaq istəyiblər. Drongo qeyd etdi. Əgər öldürmək fikirləri olsaydı, sizin burada söhbət edə bilməzdik. Onlar konkret adamları öldürmək deyil, öz imkanlarını nümayiş etdirmək vacibdir. Hələ ki, biz heç nə bilmirik və qətiyyən təhlükəli deyilik. Amma əgər hər hansı yeri faktları üzə çıxara bilsək, onda biz həqiqətən maarifçilik törədəcəyik və belə olan təqdirdə artıq onların güllələri hədər getməyəcək. Onda belə nəticəyə gəlmək olar ki, sizin məhz haraya gedəcəyinizdən onların xəbəri var imiş, general qeyd etdi. O, məntiqi xətt qurmağı bacarırdı. Üstəlik, heç də görünmək istədiyi kimi sadə değildi, deyə Drongo düşündü. Bəli, o təsdiqlədi. Çox mümkündür ki, məlumatlar məhz sizin tərəfinizdə mühafizə olunan ofisdən sızmışdır. Fedoseyev tutuldu. Sonra öz muavininə baxdı. Səndən başqa sizin məhz haraya getmək istədiyinizi kim bilə bilərdim? İlyin qaşqabaqlı cavab verdi. Heç kim. Kabinetdə dördümüzdən savayı heç kəs yox idi. Fedoseyev xatırladı. Sən, mən, qonağımız və Lyubomudrov. Vikent Alekseyeviç özünü necə hiss edir? Bilmirəm, hələ zəng etməmişəm. Andrey günahkarmış kimi cavab verdi. Amma dünən aydınlaşdırıldı ki, ekspertimiz onu bərk itələyib. Lyubomudrovu evə apardılar, lakin qorxulu bir iş olmayıb. O özü güllələrin qarşısında yerə yıxıldı. Yoxsa həqiqətən siz onu itələmisiniz? Fedoseyev tələsik soruşdu. Vəkili mən itələmişəm, Drongo dedi. Yoxsa o gülləyə tuş gələ bilərdim. Bəs onda Koptevonun evində olacağınızı kim xəbər verib? Fedoseyev soruşdu. Yoxsa istəyirsiniz ki, xadimənin evinin qarşısında gecə-gündüz növbət çəkildiyini inanım? Əlbəttə ki, xeyr. Onlar xəbərdar ediblərmiş və bizə nə dərəcədə məlumat olmalarını göstərmək istəyiblər. Amma mənə elə gəlir ki, bu eyni zamanda onların öz zəifliklərinin nümayişi idi. Onlar bizim bir şey öyrənə bilməyəcəyimizdən arxayın olsaydılar, avtomat yağışı ilə belə oyunlar çıxarmazdılar. Güman edirəm ki, bu onların buraxdığı səhv idi və buna virtuoz qatilin təşkilatçıların özləri deyil, bilavasitə iştirakçılarından kimsə xeyir-dua vermişdir. Lakin onlar sizin səfəriniz haqda bilirmişlər, deyə Fedoseyev xatırlatdı. O, qız kimi ayığı idi. Yoxlamaq lazımdır ki, sizin oraya getməyiniz barədə daha kim bilə bilərdi? Sən qəbul otağında nömrəni yazmışdın, deyə general Andreyevdən soruşdu. Elədir ki, var, amma qəbul otağında heç kim yox idi. Təkcə sizin katibəniz və bizim sürücü Lyonyadan savayı. Başqa heç bir bəndə yox idi. Qəribədir, Fedoseyev fikirli-fikirli sözünü uzatdı. Siz maşınımızı dəyişə bilərdinizmi? Drongo yaranmış fasilədən istifadə edərək soruşdu. Əlbəttə, dəyişərik, deyə general başı ilə razılığını bildirdi. Amma hər bir şeyi rəsmi qaydada etməyin lazımdır. Sizin maşını parkınız çoxmu böyükdür? Çox böyükdür. Biz avtomobilləri ciddi nəzarət altında saxlamağa çalışırıq. Xidməti maşınların bütün çıxış vaxtlarını, yolda olma müddətini və qayıtma zamanını qeyd edirik. Çalışırıq ki, bu barədə sürücülərlə danışmayaq. Lakin normadan kənar istənilən hərəkət özümüzü qeydiyyata salırıq. Əgər sürücü təyin olunan vaxtdan bir qədər çox ləngiyirsə, onun hərəkətlərinə göz qoyuruq. Ümumiyyətlə, dünyanın bütün təhlükəsizlik xidmətlərində belə işləyirlər. Drongo nəticə çıxartdı. Deməli, bizim Audimizi də dəyişərsiniz. Bəs Lvovdan necə? Bir xəbər ətər var? Deyə o mümkün qədər biganəliklə soruşdu. Heç nə. Səhər əməkdaşlarımız zəng etmişdilər, axşam qətlə yetirilən anası ilə söhbət edibmişlər. Zavallı, deyəsən heç nə başa düşməyib. O qadın onsuz da təzə heç nə deyə bilməyəcəkdi. Bir maraqlı detal istisna olmaqla. Qızı ona zəng etmiş və instituta qəbul olunduğu xəbərini bildiribmiş. Bir kitabxanaçılıq fakültəsinə. Bəlkə də qız özündən uydurubmuş. Əyalətdən paytaxta köçmüş qızlar adətən ali məktəblərə qəbul olunduqları xəbər verirlər. Əgər o özündən uydurmayıbsa. Bu bizim şansımız olsa necə?
Yoxlayarıq. Amma mənim bildiyimə görə milis işçiləri belə hesab edirlər ki, bu həyatda tamamilə başqa bir istiqamət görmüş qızın uydurmalarından biridir. İndi prokurorluq əməkdaşları ilə milis işçiləri Moskva sutenyorları ilə bağlı ola biləcək mümkün vəziyyətlər üzərində işləyirlər. Üstəlik bu ali təhsil haqda ağlabatmayan versiyadan daha konkret nəticələr əldə etməyə imkan verir. Hər halda gəlin yoxlayaq, Drongo təklif etdi. Lyubomudrov belə hesab edirdi ki, qız oxumuş və bilikli idi. Bəlkə o həqiqətən də hansısa instituta daxil olmuş və hətta qətlə yetirilənə qədər orada oxumuşdur. Bəlkə də biz ümumiyyətlə səbəb və nəticəni qarışdırırıq və ola bilsin ki, o qız biz onu təsəvvür etdiyimiz kimi peşəkar deyil, adi bir gəlmə olmuşdur. Fedoseyev soruşdu. Siz film görmüsünüzmü? Mən bəzi kadrları görmüşəm. O özünü adi tələbəyə nisbətən daha açıq-saçıq aparırdı. Siz mənə bu versiyanı yoxlamaq üçün bir neçə nəfər də verə bilərdinizmi? Drongo soruşdu. Bir neçə nəfər yox. Fedoseyev bir qədər sərt şəkildə cavab verdi. Amma ikisini verə bilərəm. Qoy Andrey ilə bircə işləsinlər. Bizim ehtiyatla hələ bir neçə günümüz var. Lakin mənim fikrimcə boş-boş vaxt itirib ora-bura vurnuxmaqdansa hərrajdan imtina etmək daha məqsədə uyğundur. Niyə belə pessimist əhval-ruhiyyədəsiniz, Drongo təəccübləndi. Realist desəydiniz, daha dəqiq olardı. Qalan bir neçə gün ərzində biz heç nəyə çatdırmayacağıq. Amma qətli düşünüb daşınanlar bizə ciddi cəhdlə maneçilik törədəcəklər. Madam ki belədir, heç cəhd göstərməyə də dəyməz. Zənnimcə ölməkdir, xırıldamaq nə deməkdir? Əksinə, lap pis olacaq. Hər halda mən cəhd edəcəyəm. Drongo inadkarlıqla dedi. Deməli, siz mənə köməkçi verəcəksiniz? Verəcəyəm. Fedoseyev təkrar etdi. Görürəm ki, siz də elə mənim kimi tərssiniz. Mən ümumiyyətlə bilmirəm, bu nə deməkdir. Bax, əgər Cinayət Axtarışı İdarəsinin müfəttişi ilə bu gün üzbəüz səmimi söhbət edə bilsək, bu başqa məsələ. Amma qorxuram ki, Cinayət Axtarışı İdarəsinin müfəttişi mənimlə danışmaq istəməsin və onda qəti tədbirlərə əl atmalı olacağam. Bunu isə əvvəlcədən görmək olmaz. Təhlükəlidir. Ehtiyatlı olun, general dedi. Gələn dəfə onlar daha sərrast atacaqlar. Güllələr də yan keçməyəcək. Əgər karyeranızı yarımçıq kəsmək istəmirsinizsə, bunu unutmayın, Drongo. 3-cü gün. Baş inspektorun kabinetində əməkdaşlar olduğuna görə Drongo Lysakovun işinin qurtaracağını səbirlə gözləməyə məcbur oldu. Vaxt itirməməkdən ötürü Drongo Andrey İlyindən və generalın onlara kömək məqsədi ilə ayırdığı təhlükəsizlik xidmətinin 2 əməkdaşından şəhərin bütün institutlarına İrina Maksimenkonun izini tapmaq ümidi ilə axtarışa başlamağı xahiş etdi. Artıq 5 saat olsa da Drongo hövsələsizliyini qətiyyən biruzə vermədən hələ dəhlizdə oturmuşdu. O, baş inspektorun qəbulunu gözləyə-gözləyə qəzetlərdəki son xəbərləri nəzərdən keçirirdi. Yalnız saat 6-nın yarısında Lysakov işini qurtardı və vəkil Lyubomudrovun nümayəndəsinə kabinetə girməyə icazə verdi. Drongo Vikend Alekseyevichdən zəng etməyi və onun köməkçilərindən birinin Lysakovla görüşmək istədiyini olduğunu bildirməyə xahiş etmişdi. Vəkil Drongonun xahişini yerinə yetirdi və elə ona görə də Lysakov minnətlə iltifat göstərərək nəhayət qonağa vaxt ayırmağa qərar verdi. O, balaca boy, möhkəm bədənli, cəld hərəkətli, enli kürək və boynu qısıq bir adam idi. Yekəbər gövdəsinə baxan kimi onun əvvəllər idman karyerası ilə məşğul olduğu aydın görünürdü. Sınmış burnu sifətinə tutqun, qaşqabaqlı bir ifadə verirdi. Drongo kabinetə daxil olanda Lysakovun dərindən baxan xırda gözləri qonağa davaya hazır vəziyyətdə baxırdı. Qonaq içəri girəndə mayor küncdə kilidlədiyi iri seyfin qarşısında dayanmışdı. Əyləşin. Lysakov onun salamlaşmadan yer göstərib çıxmıxırdı. Mənim vaxtım azdır. Söyləyin görüm, sizə nə lazımdır? Mən sizinlə danışmaq istərdim. Nə barədə danışmaq istərsiniz? Lysakov öz masasının arxasına keçdi. Siz mənimlə nə barədə danışmaq istəyirsiniz? Qətlə yetirilmiş İrina Maksimenko haqqında. Drongo mayoru diqqətlə müşahidə edərək girişsiz filansız birbaşa mətləbə keçdi. Nə? O diksindi. Siz nə danışırsınız?
Bir neçə gün bundan əvvəl Metropol otelində bir qadın qətlə yetirilmişdir. Dronqo səbirli izah etdi. Mən bu cinayət haqqında sizinlə söhbət etmək istərdim. Bunun mənə heç bir adiyyatı yoxdur. Lisakov cəld cavab verdi. Hətta Dronqoya cümləsini bitirməyə macal vermədi. Lakin görünür kəmhəvsəliliyi necə yersiz olduğunu özü də başa düşdü və qeyzlə əlavə etdi. Bu mənim işim deyil. Bütün ölüm işlərini prokurorluğun müstəntiqləri aparırlar. Onlara müraciət edin. Axı, bu sizin sahənizdir, Dronqo xatırlatdı. Nə olsun ki? Lisakov lap özündən çıxdı. Elə bilirsiniz, mən elə zırramayam. Sizin nəyə görə burada olduğunuzu başa düşmürəm. Vikend Alekseyeviçin işlədiyi şirkətin prezidentinin zirzibilini ört-bastır edib təmizə çıxarmaq istəyirsiniz. Elə bilirsiniz, heç kim onun Aleksandr Mixayloviçin vəkil olduğunu bilmir. İndi isə bura təşrif buyurmusunuz ki, məndən nəyisə təfərrüatı ilə öyrənəsiniz. Lyubomudrov bilirdi ki, mən ona təzə heç nə deməyəcəm. Ona görə də özü gəlməyib, əvəzində köməkçisini göndərib. Demək belə, mən heç nə bilmirəm və sizinlə də heç nə danışmayacağam. Vəssalam, şüd tamam. Siz mənə düzgün başa düşmədiniz. Dronqo gülümsədi. Mən bura Lyubomudrovun işi və ya onun şefi haqqında danışmağa gəlməmişəm. Mən bura sizin fəaliyyətiniz haqqında söhbət etməyə gəlmişəm. Mayor Lisakov. Şəxsən sizin. Lisakov qonağa kəskin sınayıcı bir nəzər saldı. Bir qədər susduqdan sonra xırıltılı səslə soruşdu. Mənim? Dronqo lap astadan izah etdim. Qadının öldürüldüyü həmin nömrədə kamera quraşdırılıbmış. Sizin də bundan xəbəriniz olub. Bu dəfə çökən sükut xüsusilə vahiməli idi. Lisakov birdən udqundu. Sanki ağzının suyu onu danışmağa maneçilik törədirdi. Sonra isə pıçıltı ilə soruşdu. Kamera? Nə kamera? Qətlə yetirilən qadını bütün ölüm səhnəsini lentə alan kamera. Dronqo düz ona zillənmiş bir cüt burgu kimi iti gözlərə baxırdı. Sanki Lisakov ona baxışları ilə yandırıb külə döndərmək istəyirdi. Axı sən kimsən? Nəhayət mayor soruşdu. Həqiqəti aşkar etməkdə Vikend Alekseyeviçə kömək edən bir nəfər. Bəs adın nədir? Sənin adın. Bu vacib deyil. Demək istəmirsən. Lisakov çinli qımışdı. Deməli, özünü belə ağıllı hesab edirsən ki, bura gəlib kevin istəyən qədər axmaqlıq edə bilərsən. Buraya, mənim yanıma, milisə. Onun baxışları yaxşı heç nə vəd etmirdi. Dronqonun qəflətən ağlına gəldi ki, məhz Lisakovla danışmağı qərarlaşdırmaqla o böyük səhvə yol verib. Elə tip adamlar var ki, onlar belə tərzi hərəkəti sadəcə olaraq qəbul edə bilmirlər. Onu idarədən bayıra dartıb çıxartmaq lazım idi ki, özünü oranın ağası sayması. Söhbəti Lisakovun padşah və külli ixtiyar sahibi olduğu kabinetində masanın arxasında başlamaq olmazdı. Madəm ki, oyunu başlamısan, yarımçıq kəsməyə ixtiyarın yoxdur. Belə vəziyyətlərdə işi saxlamaq məğlubiyyətə bərabər idi. Mən sizin tərəfinizdən quraşdırılmış kamera haqqında hər şeyi bilməliyəm, Dronqo. Lisakovun baxışlara tab gətirərək qətiyyətlə dedim. Demək belə, mayor darıxırmış kimi yaxasını açdı və qəflətən soruşdu. Sveta çərənliyə beləmi? Özü də öz sualına cavab verdim. Hə də, əlbəttə. O axmağa axı mən xəbərdarlıq etmişdim. O masanın siyirtməsini çəkdi və elə bir hərəkət etdi ki, Dronqo bunun hətta ən dəhşətli yuxusunda belə ağlına gətirməzdi. Lisakov siyirtmədən tapancanı qapıb çıxartdı və onu qonağına tuşladı. Qalx. O fışıltılı bir səslə pıçıldadı. Ayağa dur və üzünü divara çevir. Ağlını itirmə. Lisakov, Dronqo məsləhət verdi. Mənim haraya getdiyimdən hamının xəbəri var. Əgər qayıtmasam, Lyubomudrov biləcək ki, məhz sənin yanında ləngimişəm. Məni tapmasalar, yenə də sənin yanında axtaracaqlar. Elə bilirsən ki, mən sənə güllə çaxacağam? Lisakov soruşdu. Yox, onu görməyəcəksən. İndi sən özün mənə hər şeyi danışacaqsan. Otelin nömrəsindəki kamera haqqında harada bildiyini, həmçinin nə üçün qətlə yetirilən qız barədə belə maraqlandığını hamısını deyəcəksən. Sonra da mən səni türməyə göndərəcəyəm. Sən milis zabitini şantaj etməyə cəhd göstərmisən. Bilirsən, sən neçə il gözləyir? Deməli, bütün bunlar həqiqətdir. Dronqo hələ də üzünü divara çevirmədən dedi. Deməli, sən qətlə yetirilən qız olan nömrədəki kamera haqqında doğrudan da bilirmişsən. Eybi yox, Lisakov qımışdı. Sən hamısını danışacaqsan. Nahaq yerə milisə gəlmişsən. Yəqin düşünmüsən ki, burada qəhrəmanlıq mücəssəmi qismində zuhur edəcəksən. Gələcəksən, mən də qorxumdan tir-tir əsəcəyəm.
O, daxili telefonun dəstəyini qaldırdı və əmr verdi. Papov, uşaqlardan birini götür və cəld yanıma gəl. Burada yanıma qəribə bir tip ciyəz var. Sən heç olmasa özünün özünə hökm kəsdiyini dərk edirsən, Drongo soruşdu. Əgər kamera ilə bağlı işin üstü açılsa, sənin həyatın bir qara qəpiyə də dəyməyəcək. Səni ya aradan götürəcəklər, ya da işdən qovacaqlar. Sən indi bizə hamısını danışacaqsan. Lisakov əvvəlki kimi əlindəki tapancanı sıxaraq onu eşitmirdi. Kabinetə Cinayət Axtarışı İdarəsinin 2 nəfər əməkdaşı daxil oldu. Yekəpər, Drongo ilə bir boyda olan oğlanlar idilər. Sahiblərinin tapancasına bir işarəsini bənd zabitlər qonağa cumdular. Onlardan biri Drongonun əlini tutdu, digəri kapitan formasında olan daha bəzəvəng və enli kürək yəqin ki, həmin Papov qolaylayıb onun qurşaqdan yuxarı sinəsində elə bir zərbə ilişdirdi ki, Drongo hətta bir anlığa müvazinətini itirdi. İkinci zərbə isə əvvəlki kimi ağırlı olmadığından Drongo divardan aralandı və onu tutmuş adamı seyfin küncünə sıxmağa macal tapdı. O ağrıdan nərildəyib əllərini boşaltdı. Elə bu anda Drongo bütün qüvvəsini toplayıb Papovun almacıq sümüyünə bir zərbə vurdu. O divara sarı uçdu. İkinci hücumçu seyfdən aralanıb qeyzlə yumruqlarını düyünlədi. Lakin Drongo geri dönüb sağ əli ilə onu vura bildi. Dayan, Lisakov qışqırdı. Dayan, yoxsa atəş açacağam. Aç, deyə Drongo tövşüyə cavab verdi. Papovun qalxmaq istəyinin sezcək, o bu dəfə ayağı ilə vurdu. Zabit zarıltı ilə döşəmədə gərilib qaldı. Mənim silahım yoxdur, Drongo dedi. Əgər atəş açmaq fikrinə düşsən, sənə başa düşməyəcəklər. Dayan, Lisakovun sifəti nifrətdən eybəcərləşib əyilmişdi və Drongo başa düşdü ki, o həqiqətən də atəş açacaq. O yerinə pərçimləndi. Elə bu andaca qapı açıldı və kabinetə formalı bir şəxs daxil oldu. Bu, podpolkovnik idi. O, uca boy idi, yaşı təxminən 40 olardı. Açıq rəngli saçları, səliqəli görkəmi vardı. Burada nə olub? O soruşdu. Heç nə, Lisakov tapancanı masaya dürtüşdürüb, mənasız çımxırdı. İnsidentin iştirakçıları yerdən qalxdılar. Bu anda Papov Drongonun divarı itiləməyə macal tapdı. Amma bu dəfə davaya girişmədi. Yoldaşı isə özünü başqa cürə apardı. Drongonun böyrəklərinə zərbə ilişdirdi. Drongo ağrıdan 2 qat oldu. Burada maksimal effektlə kötəkləməyi bacarırdılar. Tutulub saxlanılmışlardandır, podpolkovnik soruşdu. Hələ ki yox, Lisakov cavab verdi. Hələ hər şeyi lazımi qaydada rəsmiləşdirməmişik. O məni şantaj etməyə cəhd göstərdi. Həmçinin zabitlərimizə hücum etdi. Köpək oğlu, podpolkovnik tənbəl-tənbəl dilləndi. Siz bununla nə dəmdəstgah gözləyirsiniz? Onu 3-cü kameraya atın. Lap yerinə düşdü. Orada yaxşı uşaqlar toplaşıblar. Ona elə abra salarlar ki, doğma anası belə tanımaz. Bütün ömrü boyu qan siyiyəcək. Eləyərik, Lisakov söz verdi və Drongo başa düşdü ki, indi onu ancaq möcüzə xilas edə bilər. O təəssüflə düşündü ki, hər addımını qabaqcadan görə bilmədi. Öz doğma milisinin iş üslubuna xaricilər də olduğundan yadırğamışdı. Amma mahiyyətcə hər şey necə vardısa, elə də qalmışdı. Əvvəlki kimi sümüqıran qəddarlar idi. Keçmiş Sovet məkanında heç bir təbbəldulat baş verməmişdi. Sadəcə olaraq hər bir respublikada müxtəlif növ cinayətlərə göz yumaraq rüşvət alan rəislərin və alçaqların sayı artmışdı. Onların Moskva qarşısında qüdrətli və hər yerə burnunu soxan partiya qarşısında qorxusu yoxa çıxmışdı. İndi bir çox respublikalarda adı dəyişdirilib polis adlandırılmış milis rüşvəti daha da harınlıqla alır, həbs edilmişləri döyür, höcətləri öldürür və günahsızları şikəst edirdilər. Podpolkovnik qaşqabağını tökdü. Rədd eləyin onu. Onun adı nədir? Lisakovla adamlara baxışdılar. Papov əlini uzadıb, tutduqları adamın içəri cibindən pasportunu çıxartdı və heyrətli baxışlarını sənəddən çəkib Lisakova zillədi. Diplomatik pasportdur, deyə o çaşqın halda mayora baxdı. Mayor pasportu aldı. Diqqətlə nəzərdən keçirdi və onun balaca gözləri biraz da qıyıldı. Ağzını açıb nəsə demək istəyirdi ki, podpolkovnik pasportu onun əlindən qapdı. Diplomatik pasport, deyə qışqırdı. Lap xərifləyiblər. Başınıza bəla açmaq istəyirsiniz? O fırıldaqçıdır. Lisakov ikrahla ağzını əyə-əyə bəyan etdi. Yəqin saxta pasportdur. Şəklini yapışdırmışdır. Belə bir tipdə diplomatik pasport nə gəzir?
Doğrudan da bu haradandır? Podpolkovnik onun sözünə qüvvət verdi. Baxın, Lisakov yenidən pasport aldı. Fotoşəkili qopardıb iki yerə böldü. Bu onun pasportu deyil, şəkil düzgün yapışdırılmamışdır, deyə təntənəli surətdə şaqqanaq çəkib güldü. İndi Drongo onu artıq heç nə xilas edə bilməzdi. Lakin elə bu andaca şəhər rabitə xəttlərinin telefonu zəng çaldı. Gözünü Drongonun gözünə zilləyən Lisakov dəstəyi götürdü. Eşidirəm, o qəzəblə dedi. Hər vaxtınız xeyir, Lisakov. O vəkil Lubomudrovun tanış səsini eşitdi. Siz bilmirsiniz mənim köməkçim hara yoxa çıxıb. Deyirlər ki, o sizin yanınıza gəlmiş və hələ də oradan çıxmamışdır. Mən idarənin rəisinə zəng etmək niyyətində idim ki, onu sizin kabinetinizdən axtarsınlar. Amma onu da bilin ki, onun başına bir tük belə əsik olsa, oteldəki kamera haqqında prokuror da sizin təhlükəsizlik xidmətiniz də xəbər tutacaq. Maşın idarənin qarşısında dayanıb gözləyir. Əgər 5 dəqiqədən sonra o binadan çıxmasa, mən prokurora zəng edirəm. Yeri gəlmişkən, onun diplomatik pasportu da var və mən də sizə çox böyük əngəllər vəd edirəm. Xudafiz. Bir dayanın, Lisakov nəfəsini kəsildi. Gözləyin, deyə bir sözü podpolkovnikdən olan mayor dilləndi. Mən hal-hazırda onunla söhbət edirəm. Deməli, sizin vur-tut 5 dəqiqəniz var, deyə Lubomudrov söylədi və qətiyyətlə dəstəyi asdı. Lisakovla podpolkovnik baxışdılar. Drongo anladı ki, nəsə fövqəladə hadisə baş verib, deyəsən o xilas olunmuşdu. Lisakov podpolkovniklə baxa-baxa qəflətən dilləndi. Pasport həqiqidir, Lubomudrov zəng eləmişdi. O dedi ki, pasport həqiqidir, podpolkovnik özündən çıxdı. Bəs o hardan bilir? Bilir də, Lisakov çiyinlərini çəkdi. Prokurora və idarənin rəisinə zəng vuracağı ilə bizi hədələyir. Bu cic-cic işlərdə səndən əski olmur, podpolkovnikin əsəbi halda qışqırdı. Sərt hərəkətlə dönüb kabinetdən çıxdı. Qapı onun arxasınca möhkəm çırpıldı. Bu da sənin pasportun. Lisakov sənədi Drongo uzatdı. O, pasportu götürmək istərkən döşəməyə tolazladı. Drongo sənədi götürmək üçün əylər-əyilməz Papov onun kürəyinə bir zərbə vurdu. Drongo yıxıldı. Papov ağır çəkmələri onun qarnını 2 dəfə də ilişdirdikdən sonra dönüb içəridən çıxdı. Onun arxası ilə isə həmkarı döşəmədə uzanmış adamı təpikləyib bayıra çıxdı. Özünə gəldən Lisakov az qala mehribanlıqla soruşdu. Kağızı götür və sürüş burada. Drongo ayağa qalxdı. Pasportunu götürüb onu səliqə ilə cibinə qoydu. Şalvarının tozunu çırpdı və Lisakova müraciətlə soruşdu. Hər halda bu kamera haqda sən harada bilirdin? Rədd ol, mayor bağırdı. Cəhənnəm ol buradan, yoxsa səni iti gəbərdən kimi gəbərdərəm. Mən sənə sabah tezdən zəng edəcəyim. Drongo dodaqlarında qanın duzlu dadını hiss edərək qımışdı. Əgər fikrini dəyişsən, onda sakit-sakit danışarıq. Yoxsa birisi gün gəlim sənə dəyim, özünü ölmüş bil. Lisakov əminliklə dilləndi. Ya bu gün, ya da sabah səni öldürəcəklər. Artıq sən meyitsən. Yəni, sən bunu başa düşməmsən? Əcəba, sən özün sağmısan? Deyə Drongo soruşdu. Fikrincə, səhvin sənə bağışlayacaqlar. Kameranı qətldən dərhal sonra götürüblər. Məftillər isə orada qalıb. Onları səliqə ilə götürməli idin. Sən isə belə eləməmsən. Belə idi, ya belə deyildi? Lisakovun dişi bağırsağını kəsirdi. Kamera haqda artıq çoxları bilir. Drongo bildirdi. Yaxşı olar ki, özünü mənə hamısını danışardın. Mən sağollaşmıram, mayor. O, kabinetdən çıxaraq qapını arxasınca kip çəkib örtdü. Lisakov ağır-ağır stulda çöktü və durmadan dərhal telefonun dəstəyini qaldırıb Papova onun yanına gəlməsini əmr etdi. Mənasız baxışları bir nöqtəyə zillənərək yol çəkirdi. Elə bu anda telefon yenidən zəng çaldı. O, milis idarəsindən çıxan kimi BMW-nə və sükan arxasında əyləşmiş iliyini gördü. Drongo keçib iliyinin yanında əyləşdi və yalnız maşın milis binasından uzaqlaşanda söylədi. Afərin uşaqlar, yaxşı işləmisiniz. Heç güman etməzdim ki, mənim Lisakovla görüşüm bu dərəcədə təhlükəli ola bilərmiş. Vikend Alekseyevcə zəng edib söyləyəndə ki, siz hara gedəcəydiniz, o təşvişə düşdü və məndən dərhal idarəyə qayıtmağı xahiş etdim. Özü isə Lisakovun telefon nömrəsini axtarmağa başladı. Aydın oldu ki, o mayoru çoxdan tanıyırmış. Vikend Alekseyevicin vitrincə mayor elə adamdır ki, onunla nə barədisə danışanda danışıb eyni məxrəcə gəlmək müşkül məsələdir. Görünür onun özünün müəyyən təsəvvürləri var. Məhz elə ona görə də mən bura gəldim.
O isə Lisakova zəng edərək mümkün nəticələrdə xəbərdar etdi. Vaxtında zəng etdi. Dronqo ah çəkdi. Bir dəqiqədə keçsəydi, artıq məni heç Daxili İşlər Nazirliyinin özü belə çıxara bilməyəcəyi kameraya göndərirdilər. O sizə nəsə dedi? İlin soruşdu. Heç nə. Ağzını açıb söhbət etmək belə istəmədi. Dərhal hədə-qorxuya başladı. Düzü, mən buna bənzər bir şey gözləyirdim. Amma belə təcavüzkarlıq onun özünün əmin olmadığından xəbər verir. Lakin istənilən vəziyyətdə mən onunla bir də görüşməliyəm. Siz yenə də onun yanına idarəyə getmək fikrindəsiniz. O sizə sadəcə olaraq öldürəcək. O kabinetindəcə güllələyəcək. Məhz elə buna görə də görüşü başqa yerdə təşkil etmək lazımdır. Narahat olma, Andrey. Mən öz başımı havaya vermək fikrində deyiləm. Bilməliyəm ki, kamera haqda o nə bilir. Əgər ona kameranı götürmək əmri verilibsə, bu göstərişi kim verib? Əgər kamera ilə bağlı başqa birisi məşğul olubsa, Lisakov onun haqqında haradan bilirdi və nə üçün Kaptevaya şəklin altında görünən naqillər haqda heç kimə heç nə deməməyə əmr etmişdi. Siz elə düşünürdünüz ki, Lisakov hər şeyi açıb danışacaq, İlin təəccübləndi. Əlbəttə ki, yox. Mənə onun suallarına olan reaksiyası lazım idi. Onun davranışı bizi bir çox şeylərdən agah etmiş olardı. Bəs indi sizə nə məlum oldu? Andrey qımışdı. Yoxsa Millis ilə ünsiyyət təcrübəniz düşüncəyə həvəsi bütün öldürür? Xeyr, öldürmür. Dronqo ciddi tərzdə cavab verdi. Baxır hansı Millis? Mən o zırramalar sinfinə aid deyiləm ki, millisi və ya təhlükəsizlik xidməti azad fikri boğmaq üçün yaradılan totalitar dövlətə bərabər tutum. Bütün dövrdə və bütün dövrlərdə adamlara dövlətin arasındakı əlaqələri nizamlamaq üçün hüquq mühafizə orqanları ehtiyac olmuşdur. Mən öz həyatlarını quldurların bıçağı və gülləsinin qabağına verən minlərlə qeyrətli zabitin əməyini çox yüksək qiymətləndirirəm. Bəlkə də Lisakov çox yaxşı bir əməliyyatçıdır. Onda vəziyyəti qiymətləndirən ani çox sürətli reaksiya var. Görünür pis agentura deyil. Bunu istənilən əməliyyatçı barədə demək olar. Andrey məyus halda dedi. Buna inanmıram. Amma konkret bizim işimiz haqda danışırıqsa, deməliyəm ki, Lisakovun davranışından məndə bu iş haqqında kifayət qədər səhi təsəvvür oyandı. Birinci, əlbəttə o fotokamera haqda bilirdi və Kapteva bizi aldatmamışdı. Bu, Lisakovun ani reaksiyasından bəlli oldu. İkinci, aydın idi ki, onun kamera ilə bilavasitə işi var. Mayor kamera haqda şayiələr yayılmasın deyə məni güllələməyə və ya damlamağa hazır idi. Bu, belə səpkili cinayətlə birbaşa əlaqəsi olan adamın reaksiyasıdır. Madəm ki, onun sadəcə olaraq kameranın mövcudluğundan xəbəri var, yəqin ki, mənim dərhal saxlanılmağımı təkid etməzdi. Mayor Lisakov nəyin bahasına olursa olsun məni saxlamağa, dama basmağa, hətta diplomatik pasportumu belə cırmağa hazır idi. Ən nəhayət üçüncü məqam. Əgər düzgün anladımsa, o kameranı quraşdırmaq və çıxarmaq haqda əmr verən şəxsin qarşısında qorxudan tük salır. Biz də Lisakovun səhv damarını tutmuş oluruq və gələcəkdə buna güc vermək lazımdır. İlhin geri çevrildi. Mısmırığını salladı və sərt bir şəkildə maşını sol sıraya qabaqla gedən cibin arxasına saldı. Sonra dilləndi. Deyəsən, mənə elə gəldi. Fikirləşirsən ki, bizi güdürlər? Dronqo soruşdu. Hər halda bunu istisna eləmək olmaz. Sən diqqətlə müşahidə elə. Qabaqda yandakı paralel küçəyə döndə və diqqət yetir. Gör arxamızda gələn olacaq, yoxsa yox. Çox güman ki, quyruqdur. Lisakov mənə çox tez buraxdı. Ağlına indi batıb ki, belə qiymətli şahidi əldən vermək olmaz. Bilmək istərdim ki, siz doğrudan da hər şeyi belə dürüst hesablayırsınız, yoxsa məni bu eyibsiz məntiqinizə inanmağa məcbur edib dolayırsınız, deyə Andrey döftə ləbcəsinə soruşdum. Dronqo yorğun-yorğun qımışdı. Əlbəttə ki, doluyuram. Gedək evə. Andrey, mən çox yorulmuşam. Razılaşın ki, türmə kamerasında möcüzə nəticəsində can qurtarmış adam kimi özümə heç də pis aparmıram. Andrey dinməcə sürəti artırdı. Bir neçə an keçməmiş, gözünü güzgüdə arxa mənzərənin əksində çəkməyərək dedi. Hər halda bizi güdürlər. Hər şey tamamilə doğrudur. Dronqo köks ötürdü. Mənim məhz haraya gedəcəyimi öyrənmək istəyir. Arxamızda məhz kim gəlir? 06 markalı ağ Jiguli Diyaz.
İlin dəqiqləşdirdi. Onlar başqa maşın götürməyə macal tapmayıblar, deyə Dronqo anladı. Həm də Lisakov çətin ki, risk edərək öz sirrini başqa kiməsə agah etsin. Sən onlardan ayrıla bilərsənmi? Dronqo Andreydən soruşdu. Şəhərdən çətin ki, əgər birbaşa yola çıxsaq, onda mənim BMW-im onların Jiguli ciyəzindən tez aralanacaq. Şəhərdən çıxandan sonra arxamızca bir neçə maşın düşəcək. Dronqo çox düzgün qeyd etdi. Bizim demək olar ki, vaxtımız yoxdur. Gəl belə eləyək. Hansısa bir döngədə sən sərt şəkildə döndərərsən, mən maşından tullanmağa çalışaram. Sən onları özündən cəlb eləməlisən, amma nabadə öz evinə aparasan, yoxsa özünü zərbə altında qoyarsan. Biz biraz onları şəhərdə arxasınca fırladarsan və şirkətinizin ofisinə gedərsən. Maşını binanın qarşısında qoyarsan ki, onlar sənin məhz hara girdiyini görsünlər. Sən orada gecələcəsəydin, lap yaxşı olardı. Amma heç bir halda binadan çıxma, başa düşdün? Andrey başını tərpətdi. Başa düşdüm. Qabaqda prospektdə döngə, orada isə metroya giriş var. Mən əyləcə, yüngülcə basım. Siz isə çalışın, bacardığınız qədər tez maşından çıxsanız, çatdırsanız, tez metroya aparan yeraltı keçiddə düşün. Onlar sizi sezməyə də bilərlər. Lap yaxşı, amma yadımdan çıxmasan ki, sən bugün şirkətin binasından çıxmamalısan. Çox xahiş edirəm, risk etməyəsən deyə Dronqo yola baxa-baxa təkrar etdi. Hər şey planlaşdırıldığı kimi də oldu. İlin prospektə dönüb maşını yavaşıtdı və Dronqo maşını ildırım sürəti ilə tərk etdi. Demək olar ki, yeraltı keçidə tullandı. Sonra isə metro stansiyasına tələsdi. O yarım saatdan sonra artıq öz evində idi. Mənzilə daxil olan kimi Dronqo gedib ləzzətlə duşun altında dayandı, gözlərini yumub bu günün sərgüzəştlərini xatırlayaraq uzun müddət isti su şırnağının altında qaldı. Madam ki, Lisakov ona belə coşqunluqla reaksiya verirdisə, aydın idi ki, o nədənsə qorxurdu. Mayor sadəcə qorxmurdu. O çox gözəl başa düşürdü ki, Aleksandr Mixayloviç kimi adamın nömrəsinə qoyulan kamera nə demək idi. Belə böyük biznesmenin əleyhinə öz başına hərəkət etməyə cürəti çatmayan milis mayoru çox xırda işbaz idi. İş adamının nömrəsində quraşdırılan kamera haqqında şəhərdə yayılacaq şayiələr onun üçün xoşagəlməz nəticələr yarada biləcəyinin anlayan Lisakov yalnız icraçı ola bilərdi. Dronqo düşündü ki, Lisakovun yerində olsaydı, bütün qüvvələrini naməlum adamın şəxsiyyətinin müəyyənləşdirilməsini və onun ünvanını öyrənilməsinə səfərbər edərdi. Dronqonun qaldığı mənzil öz adını olmadığından heç qorxub çəkinmirdi ki, kimsə onun yaşadığı ünvanı tapa bilər. Amma Lisakov Dronqonu tanıyan adamların dairəsinə qədər gedib çıxa bilərdi. Bu qədər maraqlar olan adamlarla işin olan təqdirdə risk etmək olmazdı. Ən yaxşısı bu mənzili tərk etməkdir. Ən təhlükəsizi isə bəlkə bu general Fedoseyevin kabinetində yerləşməkdir. Amma Dronqo buna bir neçə gündən sonra əl atacaqdı. Ona əlləri çatıb tapa bilməyəcəkləri sonuncu yer generalın kabineti olacaqdı. Dronqo vanna otağından çıxıb qəflətən kabinetdəki qoltuqlu kürsünün üstündə tolozladı. Cəld geyindi. Bütün variantlar nəzərə almaq lazımdır, deyə düşündü. Tabancanı cibinə qoyub təəssüflə öz mənzilinin qapısını arxasınca örtdü. Pilləkənlərə düşə-düşə vaxtaşırı ətrafa nəzər salırdı. O hər anda hücuma məruz qala bilərdi. İşdir, şayət mənzilimə soxulsalar, Aleksandr Mixaylovici məcbur edəcəyəm ki, kitabların və təmirin pulunu versin, deyə blokdan çıxa-çıxa amansızlıqla beynindən keçirtdi. Deyəsən, sakitlik idi. O və Dronqo belə qərara gəldi ki, arxayınlıqla metro stansiyası tərəfə yol ala biləcək. Lakin o yanılmışdı. Artıq kimsə arxasınca gəlirdi. Təhlükə Dronqonun ürəyinə damdı. Artıq çox gec idi. Heç qandırılmağa belə macal tapmamış, sifətinə kəskin iyli məhlul fıskırtdılar. Nəsə deməyə cəhd göstərsə də artıq huşunu itirdi və ehmalca demək olar ki, səssiz-səmirsiz səkiyə çökdü. Artıq üst başını axtarırdılar. 3-cü gün. Dronqo ilə ayrıldıqdan sonra Andrey İlyin bir neçə dəfə də onun arxasınca düşənlərdən uzaqlaşmağı cəhd göstərdi. Amma Jiguli inadla onun arxasınca gəlir, bəzən məsafəni bir neçə metrədək azaldırdı. Hətta 15 dəqiqədən sonra Jiguli avtomobili ilə yan-bayan da getdi. Orada oturmuş 2 nəfər salonda tək İlyini görəndə çox təəccübləndilər. Dilxor olduqları açıq-aşkar sezilirdi.
Görünür, onlar Elinin yanında kiminsə olacağını nəzərdə tutmuşdular. Elə bu səbəbdən də maşınlar ikinci dəfə dayananda Jigulinin sərnişinlərindən biri əlinin sərt işarəsi ilə Elini dayanmaq əmrini verdi. O isə motoru var qüvvəsi ilə nərildədib irəli şütüdü. Oğlan yol ayrıcının birində yanında 2 nəfər müfəttiş dayanmış, dam maşınını gözləyirdi. Baş leytenant formasında olanlardan biri Andreyə saxlamaq əmri vermək üçün əlini qaldırdı. İlin asta-asta sükanı buraraq yolun kənarında əyləcə bastı. Güdükçülər hələ ki gözə görünmürdülər. Görünür, geri qalmışdılar. Baş leytenant isə arxayın-arxayın onun maşınına yanaşdı. Sənədləriniz zəhmət olmasa, deyə o əlini uzatdı. Ancaq Amerikada yol polisinin əməkdaşı ilə söhbət edərkən maşında oturmaq olar. Moskvada dam əməkdaşlarına qarşı belə münasibət onu az qala ələ salmaq demək idi. Andrey maşından düşdü. Güdükçülər hələ ki gözə dəymirdilər. Onlar damın zabitlərinin yanında görünməyə cürət eləməzlər deyə İlin sənədlərini uzadaraq düşündü. Demək olar ki, elə bu anda da onun arxasında güdükçülərin oturduğu ağ Jigulinin əyləcinin icra edici səsi eşidildi. Andrey təəccübünə rəğmən dam işçiləri onları qorxutmadı. Maşından düşən yekəpər, enli kürək kişi tələsmədən onlara tərəf gəlirdi. Andrey ona tərəf çevrildi və dam zabitinə baxdı. Zabit ona sarı gələn adama gülümsünürdü. Kişi yaxınlaşıb çatanda isə baş leytenant rəsmi təzim etdi və kapitana müraciət edib hərbi salam verdi. Bu, kapitan müraciəti Andreyə yandırıb yaxdı. Axmaq, o başa düşməli idi ki, məhz Lisakovun əməkdaşları onun arxasınca düşəcəkdilər. Həm də nəinki başa düşməli. Eləcə də nəzərdə tutmalı idi ki, onlar maşının yol üstündə olan ilk yol üstü dam postunda onun saxlanılmasını xahiş edəcəklər. Baş leytenant artıq əlini günlükdən çəkirdi ki, Andrey onun naməlum adamın üstünü itələdi. Özünü tez oturacağa atıb dərhal mühərriki işə saldı. Sürücülük vəsiqəsi və maşının sənədinin baş leytenantın əlində qalması heç də Andrey yolundan saxlamadı. O başa düşürdü ki, əgər saxlanılsa, ehtimal var ki, bu sənədlər ona bir daha gərək olmasın. Hələ demək artıq idi ki, onu Dronqonun ünvanını açıb deməyə məcbur edəcəkdilər. İlyan maşını arxaya sürüb, onun dalında dayanmış Jiguliyə çırpdı və bir anlığa yerlərində donub qalmış zabitlərin yanından ötərək sürəti artırdı. İkinci müfəttiş atmaq məqsədi ilə avtomatı qaldırdı, lakin Andrey küçəyə çıxıb dam postundan uzaqlaşmaq niyyəti ilə sürəti artırdı. Müfəttiş atəş açmadı. Andrey təhlükəli yerdən uzaqlaşmaq üçün sürəti elə hey artırdı. İndi açıq-aşkar aydın idi ki, onlar sadəcə olaraq Elinin maşını üçün deyil, konkret onun özü üçün ova çıxıblar ki, Dronqonun hara qeyb olunduğunu müəyyənləşdirsinlər. Artıq heç bir svetofor və mümkün dam postlarının heç bir fikir vermədən var qüvvəsi ilə maşının şirkətin ofisinə sarı uçurdurdu. Yalnız ora Andrey üçün nisbətən təhlükəsiz yer olacaqdı. İlyan telefonu çıxarıb tələsə-tələsə lazımi düymələri bastı. Dərhal da gecə növbəsində mühafizəçilərin rəisi ilə calaşdı. Məni qarşılamağa hazırlaşın, Andrey əmr verdi. Məni güdürlər və ola bilsin ələ keçirmək istəyəcəklər. Hamı silahlı olmalıdır. Aydındır, növbətçi rəis cavab verdi. Bütün uşaqlarınızı ayağa qaldıraram. Sən bizim meydançada nə vaxt olacaqsan? 5-10 dəqiqədən sonra İlin xəbər verdi. Binada kim var? Hamısını yığ. Bir də ki, Jigulidən olan adamlara əgər onlar milis sənədləri göstərsələr belə inanmayın. Onu zorakılıqla əli keçirəcəklərindən ehtiyatlanan Andrey bir qədər düşünüb əlavə etdi. Sənədləri saxtadır. 8 dəqiqədən sonra o açıq darvazadan kənar keçərək şirkətin binasının qarşısına qəflətən əyləcə bastı. Darvazanın tayları avtomatik sürətdə bağlananda küçədə bütün digər səsləri boğuq batıran milis maşınlarının sirenlərinin ulartısı eşidildi. Lakin darvaza artıq örtülmüşdü və işçilərdən kimsə sükanın arxasına əyləşərək maşını qapalı bokslardan birinə sürüb apardı. Andrey binanın içinə yüyürdü. Darvazaları kilidləyin. Artıq qaça-qaçda göstərişlərini verdi. Heç kim mənim icazəm olmadan içəri buraxmayasınız. Avtomobildən nömrəni çıxardın. Boksdakı işıqları söndürün. İlin heç düşünmədən belə istəmirdi ki, əgər damın işçiləri onu saxlayan anda bir neçə saniyəli tərəddüd edib ləngisəydi, başına nələr gələ bilərdi. Andrey saata baxdı və kabinetinə tələsdi. Dronqonu xəbərdar etmək lazım idi ki, onun qorxduğu başına gəlibdir. 4-cü gün.
Huşu dərhal özünə qayıtdı. Sanki beynində qurulmuş hesablayıcı maşını işə düşdü. O gözlərini açmaq istədi, amma huşunu itirməzdən əvvəlki sonuncu anı xatırlayıb tərpənmədən diqqətini topladı. Belə görünürdü ki, o hara yollandığı məlum olmayan bir avtomobildə gedirdi. Dronqo gözlərini azacıq açdı. Hər iki tərəfində adamlar var idi. Həmçinin qabaq oturacaqda ikisi əyləşmişdi. Qaçmağı cəhd göstərmək və ya dartınıb qurtulmaq açıq-aşkar ağılsızlıq idi. Dronqo bunu dərhal başa düşdü. Belə dəqiq işləmələrinə əsasən nəticə çıxartmaq olardı ki, avtomobildə əyləşənlər peşəkardırlar. Əgər onu hələ öldürməyiblərsə, deməli hal-hazırda aparılan yerə sağ-salamat lazımdır. Amma məhz hara? Əgər bunlar Lisakovun işçiləri idilərsə, çətin ki, belə nəzakətli davranışları ilə seçiləydilər. Dronqoya xəta yetirməməyə çalışaraq naməlum məhlulu işlətməzdilər. Əksinə, kiçik bir müqavimət göstərsəydilər, böyük məmnuniyyətlə güc tətbiq edərdilər. Belə çıxır ki, Dronqonu qaçırdan başqalarıdır. Bundan əlavə milis mayoru, hətta paytaxtdan ən ağıllı mayor olsa belə, Dronqonun özünün ünvanını bu tezliklə öyrənib tapa bilməzdi. İndi ancaq işin nə vaxt aydınlaşacağını gözləmək qalırdı. Deyəsən özünə gəlir. Deyə yanındakılardan kimsə dilləndi. Dronqo qurcalandı, gözlərini geniş açdı. Heç bir şübhə yeri qalmırdı. Fordun geniş kabinəsində onlar 5 nəfər idilər. Əyləşənlərin sifətlərini bircə nəzər salmaq kifayət idi ki, qaçmaq haqda fikirlərini başından çıxardasan. Dronqo ağır-ağır köksünü ötürüb ətrafına nəzər saldı. Özünə gəldin, deyə oğlanlardan biri Dronqonun böyrünə möhkəm bir dürtmə vurub soruşdu. Tam yox. Dronqo dərindən nəfəs aldı. Biz hələ çox gedəcəyik? Yox. İkinci dedi. Daha çox qalmayıb, amma yaxşısı budur, sən bura zillənib id çəkməyəsən. Onsuz da heç nə görməyəcəksən. Göz gözü görmür. Bəlkə onun gözlərini bağlayaq, sürücü təklif etdi. Lazım deyil. Sağ tərəfdəki qonşusu tənbəl-tənbəl dilləndi. Onsuz da heç kimə heç nə deməyəcək. Belə başlanğıc yaxşı heç nə vəd etmir. Dronqo bu tipləri qıcıqlandırmamağın necə vacib olduğunu dərk edərək susurdu. O gözünü yumdu və yorğun-yorğun özünü arxaya verdi. Bir neçə dəqiqə keçmiş onu çubut hərəkətlə silkələdilər. Dur, müşayiətçilərdən biri dedi. İkinci əlavə etdi. Özü də səfehli zad etmə, lazım deyil. Onu maşından dartıb çıxartdılar. Nə üçünsə bir daha üst başını axtardılar və heç ağıllı başlı nəzər sala bilmədiyi çox böyük hola gətirdilər. Növbəti çox geniş otaq təxminən 50 metr görünür, qonaq otağı idi. Onun da arxasında həcmcə kiçik başqa otaq var idi. Burada yarıqaranlıq hökm sürür, həzin musiqi səslənirdi. Dronqo təəccübləndi. Chopin idi. Çətin ki, Lisakovun ümumiyyətlə belə bəstəkar mövcudluğundan təsəvvür olsun. Amma maraq ona güc gəlirdi. Mühafizəkarlar Dronqonu işləmə bəzəkli taxta qoltuq altısı olan, üzərinə dəri çəkilmiş iri qoltuqlu kürsüyə oturtdular və əllərini qandallayıb, təntənəli bir mərasimi başa vurmuş kimi kənarda dayandılar. Otağa ildırım sürəti ilə hündür bir adam daxil oldu. O Dronqoya baxdı, sonra isə böyürlərində dayanmış mühafizəçilər nəzər saldı və qaş-qabaq töküb əmr verdi. Qandallar. Biz ki taxmışıq, mühafizəçi anlamadı. Elə yox. Ucaboy naməlum adam qəzəblə izah etdi. Əllərini kürsünün kənarlarına qoyun və qandalları ilə taxın ki, o ayağa dura bilsin. Mühafizəçilərdən biri qandalı açmaq üçün əyildi. Məhz elə bu anda Dronqo hələ də sağ əlində qalmış qandalın ağırlığını toplayaraq ona bir yumruq vurdu. Mühafizəçi masaya tərəf uçdu. İkinci həmkarına kömək üçün irəli atıldı. Amma Dronqo hər iki ayağını qaldırdı. Onu zərblə özündən itələdi. Dronqo tullamağa hazırlaşırdı ki, onu tuşlamış tapancanın lüləsini gördü. Əyləşin. Hündürboy adam cırıldayan səslə əmr verdi. Çalışın, qımıldanmayasınız. Onsuz da mən özümü sizin şəxsiyyətinizlə bağlı qayğılardan izah etmək məmnuniyyətindən zorla saxlayıram. Bu tipə 5 metrdən də artıq məsafə vardır. Əgər nəzərə alınsa ki, o oturuq vəziyyətdədir, rəqibinə çatmaq üçün azı 5-6 saniyə lazım olacaq. Bu da ona bütün darağı boşaltmağa kifayət edir. İtaət etmək daha məqsədə uyğun idi və Dronqo öz kürsüsündə oturdu. Hər iki mühafizəçi Dronqoya tərəf yüyürdülər və onun sağ qolundan sallanmış qandalı kürsünün qoltuqaltısına bağlayıb şaqqıldatdılar. Sonra isə asanlıqla sol əlini qamarladılar. Bu zaman hər ikisi özlərinə başlarına qarşısında bəraət qazandırmaq istəyirmiş kimi çubut və sərt davranmağa çalışırdılar. Lakin onsuz da narazı qalmışdı.
İtilin gözümdən, deyə çımxırdı. Mühafizəçilər bayıra çıxandan sonra Drongoya yaxınlaşdı. Axmaq olmayın, deyə o məsləhət verdi. Ev mühafizə olunur. Həndəvərdə bir neçə keşik xətti var. Siz birinci xətti qıra bilərsiniz. Vəssalam. Mənim onlarla adamım var. Buradan çıxmağa cəhd edə bilmək istərsəniz, sizi sadəcə olaraq güllələyəcəklər. Belə variant sizi qane edirmi? Çox da yox, Drongo etiraf etdi. Onda sakit oturun. Ümumiyyətlə, məndə sizdən qandalınızı çıxarmaq əmri var idi. Amma siz təkbətək üzbəsurət qalmaq üçün çox təhlükəli adamsınız. Yəni, mən qadınla söhbət edəcəyəm, Drongo qımışdı. Onun həm söhbəti zarafatı qiymətləndirdi və üz gözünü əyişdirib güya gülümsüdü. Xeyr, qadınla danışmayacaqsınız, lakin adətən onun təklifini rədd etmirlər. O təkliflər isə istənilən qadın ilə ünsiyyətdən hətta ən gözəli belə olsun, qat-qat maraqlıdır. Siz məndə maraq oyatdınız, Drongo təslim oldum. Yeri gəlmişkən, altımdakı qoltuqlu kürsünün çəkisi 300 kiloqramdan az deyil. Demək istəyirəm ki, mənim qalxıb onunla bircə getmək şansım yoxdur. Yəni, qalıb təklifləri dinləməli olacağam. Deyəsən danışdıq. Naməlum adam addımlarını ehmalca basa-basa kabinetdən çıxdı. Drongo dinşədi. Şopeni Rəhmaninov əvəz etmişdim. Ev sahibinin həqiqətən də yaxşı zövqü var idi. Drongo musiqi aləminə qərq olub gözlərini yumdu. O, royalda çalanın kim olduğunu bilmirdi. Lakin ifa onu valeh edirdi. İfa, ilahi, musiqini əsl sehrə döndərirdi. Drongo bu sahədə hər şeydən və hamıdan başı çıxan vəcdə gəlmiş musiqi sevər deyildi. Fəqət ona tanış bəstəkarların melodiyalarının ifa tərzini dəyərləndirməyi bacarırdı. Mozart və Straussunun işıqlı melodiyaları lap ürəyincə idi. Son illər Brahmsı çox sevmiş və qiymətləndirmişdi. Chopin və Rəhmaninovla vəhdətdə o Drongonun öz təsəvvüründə ucaltdığı musiqi olimpiyi idi. Müasir musiqidən o klassik cazı və klassik rokun rolu sevirdi. Bu sahədə sonra da gələn bütün axtarışların hamısını çox da xoşlamırdı. Gershvini onun varislərindən və təqlidçilərindən daha çox sevirdi. Qapı açıldı və kabinetə bir nəfər girdi. Drongo gözlərini açdı. Drongo onun sifətini görəndə səksənmədi. Məhz onun simasını görəcəyinə əmin idi. Hələ Parisdə Aleksandr Mixaylovich ona keçiriləcək hərraz barəsində danışan andan bəri Drongo bilirdi ki, qələbəyə real iddiaçı namizədliyin rəsmi ərizə vermiş şirkətlər, nə də onların ənənəvi populyarlıq qazanmış və cəmiyyətdəki siyasi nüfuzlarını əks etdirən reytinqli prezidentlər olmayacaqlar. Əslində, hərrajda iki ağır çəkililərin maraqları toqquşacaqdı. Onlardan biri Aleksandr Mixaylovichin şirkətinə dəstək verən dövlətin birinci vitse-premieri, ikincisi isə hal-hazırda onunla bir otaqda idi və üzbəyiz qoyulmuş qoltuqda kürsüyə yaxınlaşdı. Başını yüngülcə əyib salamlaşaraq oturdu. Sanki işgüzar yığıncaqda idi və qarşısında qandallarla, qoltuqlarla zəncirlənmiş bir əsir oturmamışdı. Axşamınız xeyir. Daxil olan adam qırıq-qırıq dilləndi. Artıq gecə desək, düzgün olar. Drongo dəqiqləşdirdi. Ev sahibi qımışdı. Əsirinin özünü belə tox tutması qiymətləndirdi. Drongo birinci kəlamı onu çox xoşuna gəlmişdi. Güman ki, məni tanıyırsınız, o soruşdu. Tanıyıram. Sizin fotoşəkillərinizi qəzet və jurnalların birinci səhifəsində düşmür. Hələ mən televiziyan demirəm. Çox pakisəm. Deməli, daha dəqiq danışacağıq. Yəqin artıq ehtimalınız var ki, sizdən nəyə görə bura gəlməyi xahiş ediblər. Xahiş ediblər? Drongo kinayə ilə təkrar soruşdu. Bununla belə, əgər bu indi belə adlanırsa, onda haqlısınız. Sizinlə müzakirə etməyə fikrində deyiləm. Madam ki, xahiş ediblər, kəlməsi ürəyinizdə deyil, onu dəvət ediblər ilə əvəz edin. İşin mahiyyəti dəyişmir. Açıq deyirəm. Çoxdan sizinlə tanış olmaq istəyirdim. Haqqınızda çox eşitmişəm. Deyilənə görə siz spesifik xüsusiyyətli ən çətin məsələləri həll edilməsində yaxşı bir mütəxəssissiniz. Drongo susurdu. Belə bir kəlam onun üçün demək olar ki, kompliment idi. Razılaşmaq ağayanalıqdan uzaq idi. İnkar etmək isə ümumiyyətlə səfehlik idi. Ona görə də susmağı üstün tutdum. Lap əvvəldən bilirdim ki, Aleksandr Mixaylovich nəsə bir gediş edəcək. Amma etiraf etməliyəm, sizin kimi sənətkarı dəvət edəcəyi ağlıma belə gəlmirdi. Güclü gedişdir. Onu qabaqcadan görmək olmazdı.
Bunu da demək lazımdır ki, siz çılğın bir fəallıqla işə girişdiniz, lakin iki aspekti nəzərdən qaçırdınız. Əvvəla, biz əməlli olaraq problemimizin həllinin mümkün hər variantını nəzərə almışdıq. İkincisi, biz elə bir peşəkar tutmuşduq ki, heç bir şeydə sizdən əsri deyildi. Bəlkə də artıqdır. Hələ ki, sizi ötüb keçmişdir. Uard Heckert, Drongo dedi. Mən bunu bilməli idim ki, bu cür spesifik xüsusiyyətli işlər üçün ancaq və ancaq siz onu satın ala və dəvət edə bilərsiniz. O özünü saxlaya bilməyib, həm söhbətindən stat gətirdi. Ev sahibi gülümsündü. Görünür o insanlarda yumor hissini qiymətləndirirdi. Ələxüsusda belə bir vəziyyətdə Drongo instinktiv olaraq ən uğurlu ton və davranış xətti seçmişdi. Özünü təmizə çıxarmırdı ki, bu da rəqibindən ona qarşı rəğbət oyadırdı. Mənə dedilər ki, Avropada ən yaxşı mütəxəssisdir. Ev sahibi başını tərpətdi. Amma sizin fəallığınızdan bu nəticəyə gəlmək olar ki, onunla kəllələşməyə bacardığınızı sübut etməyə qarşınıza məqsəd qoymusunuz. Lakin nəzərə almırsınız ki, o sizə qarşı tək vuruşmur. Biz birlikdə olanda isə, yəni doğrudanmı mən heç bir şansınız olmadığını sizə izah etməliyəm. Heç iş uğucu da görünmür. Madam ki belədir, siz nəyə görə narahatsınız? Drongo soruşdu. Yoxsa sizin qandallarınız, sözlərinizin ədalətliliğinin sübutudur. Mənə elə gəlir ki, əgər siz qaçırtmaya əl atmısınızsa, nədənsə ehtiyat edirsiniz. Mən dərhal başa düşdüm ki, yalnız siz belə dəqiq işləyərək yaşadığım ünvanı müəyyənləşdirə, qaçış şəkil edə və məni buraya gətirdə bilərsiniz. Lakin əbəs yerə vaxt itirirsiniz. Siz məni dərhal öldürsəydiniz, problemlərinizdən biri azalardı. Siz məni başa düşmədiniz. Ev sahibi ürəkdən gülümsəyərək ayağa qalxıb qapıya doğru getdi. Görünür qapının arxasında qaçırtma əməliyyatına rəhbərlik edən həmin heyvərə dayanmışdı. Otağa daxil olaraq Drongoya yaxınlaşdı və sual dolu nəzərlərlə öz sahibinə baxdı. Bəli, o başını tərpətdi. Çıxardın. Drongo bir qədər təəccüblə qandallarının necə açılmasını müşahidə edirdi. Heyvər işini qurtarıb bir daha öz sahibinə baxdı və onun əlinin işarəsinə bənd hər iki qandalı götürməyi unutmayaraq otaqdan çıxdı. Drongo çeymiş əllərini ovuşdurdu. Ümid edirəm ki, siz dərrakəli adamsınız. Ev sahibi öz qoltuqlu kürsüsünə əyləşərək bir daha gülümsədi. Mən bildirmək istəyirdim ki, sizi yanıma ancaq söhbət üçün gətiriblər. Yalnız və yalnız söhbət üçün. Mən sizə vəziyyəti aydınlaşdırmaq istərdim ki, işin nə yerdə olduğundan xəbəriniz olsun. Mən sizi tam başa düşmədim. Söylədiyim ki, uğur qazanmaq üçün heç bir şansınız yoxdur. Heç ən minimumu da belə. Belə bir lüzumsuz oyunu davam etdirməyə dəyərmi? Siz Aleksandr Mixaylovca və onun hamısına hərrazın keçirilməsi ilə bağlı məsələnin həllinə dair boş ümidlər verirsiniz. Nəyə görə hamının gizlətmirəm, o cümlədən də mənim əsəblərimlə oynayırsınız. Öz məğlubiyyətini etiraf etmək və könüllü surətdə hərraca adiyyatlı artıq həll olunmuş məsələni dəyişdirməyə cəhdlərdən əl çəkmək daha yaxşı olmazdımı? Nə barədə danışdığımı çox gözəl anlarsınız. Hərracda onsuz da bizim şirkət qalib gələcəkdir. Siz vaxt itirəcək, sayısız hesabsız əngəlliklərlə rastlaşacaq və məğlubiyyətin acısını dadacaqsınız. Mən bütün bu sadalananları bizim şirkətdə işləməklə əvəz etməyi təklif edirəm. Əlbəttə ki, indi yox. Bizə keçməklə siz mənəvi əzab çəkəcəksiniz. Bunu yaşamaq, ötmək lazımdır. Amma artıq gələn cümə axşamı nəticələr təkrar edirəm. Əvvəlcədən həll olunmuş hərrac baş tutacaq. Bundan sonra isə artıq təmiz vicdanla bizim şirkətimiz üçün işləyərsiniz. Mən bildiyimə görə başqa öhdəliyiniz yoxdur. Siz yaxşı qanarara işləyirsiniz və ümid edirəm ki, biz bu barədə də danışıb razılığa gələ bilərik. Yoxsa siz məhz Aleksandr Mixaylovun şirkətinə məxsus məhəbbət bəslərsiniz. Drongo qəhqəhə ilə güldü. Rəqibinin ünsiyyət üslubu xoşuna gəlmişdi. Mürəkkəb anlayışlar barədə asan və aramla danışan ev sahibi hətta onun ürəyindən nəsə rəğbət oyatmışdı. Deyəsən, həm söhbətlərin olduqları vəziyyətə rəğmən bir-birlərindən xoşu gəlməyə başlamışdı. Mən şirkətlərin heç birini xüsusi rəğbət bəsləmirəm, deyə Drongo cavab verdi. Ümumiyyətlə, belə hadisələrə baş qoşmamağa çalışıram. Təmiz kriminal aspektli işlərlə məşğulam. Elə həmin ruhda da davam edəydiniz. Ev sahibi gülümsündü. Nə üçün bu qarşı durmaya baş qoşdunuz? Axı artıq anlamışdınız ki, söhbət burada adi qətl hadisəsindən getmir.
Əlbəttə ki, qız heyf oldu. Deyilənə görə çox gözəl imiş. Amma razılaşın ki, bu yalnız və yalnız məqsədə çatmaq üçün vasitələrdən biridir. Necə abırsızcasına səslənsə də bu belədir. Bir çox şəxslərin nəyin bahasını olursa olsun Aleksandr Mixaylovçu dayandırmaqda maraqları var. Mən nə etməliyəm? Dronqo soruşdu. Əvvəlcə öz təhqiqatınızı dayandırmalısınız. Onsuz da onun uğurlu bitəcəyi şübhə altındadır. Gələn cümə axşamına qədər evinizdə istirahət edin. Əgər Moskvada darıxırsınızsa, ürəyiniz haranı istəyirsə, orada gedə bilərsiniz. Seyşel, yaxud Baham adalarına, istəsəniz lap Antarktidaya da, qayıdandan sonra isə daha konkret danışarıq. Yeri gəlmişkən, istirahətinizin haqqınızı biz ödəyirik. Yüksək səviyyədə. Hə, əlbəttə, hərrajdakı müqavilənin məbləği bir neçə milyard dollardır, deyə Dronqo xatırlatdı. Güman edirəm ki, siz mənim ayda da istirahət haqqımı ödəməyə hazırsınız. Zarafat etməyin. Mən sizinlə ciddi danışıram. Aleksandr Mixaylovç ilə qalmaqla siz öz sanınızı təhlükə qarşısında qoyursunuz. Bu isə bir neçə min dollar itirməkdən daha qiymətlidir. Mən heç cürə anlaya bilmirəm axı. Siz nəyə görə məni belə dilə tutursunuz? Məni aradan götürmək daha da asan deyildimi? Dronqo diqqətlə həm söhbətin reaksiyasını izləyə-izləyə soruşdu. Yoxsa siz möhkəm əqidəli altruistsiniz? Qətiyyən. Gəlin ondan başlayaq ki, əgər biz sizi aradan götürsək, Aleksandr Mixaylovç və onun havadarları bu sözləri deyərkən onun dodaqları həqarətlə titrədi. Mənim qorxduğumu güman edəcəklər. Düşünəcəklər ki, siz həqiqətən nəyəsə nail ola bilməmişsiniz, amma mən qəti imkan tədbirləri ilə bunun qarşısını almışam. Bu halda onlarda xam xəyal yarana bilər ki, mən tərəfdən gələn istənilən təhlükəni sovuşdura bilərlər. Hətta lap sizin kimi yüksək səviyyəli ekspertləri tutsalar belə Dronqo. Tam məğlubiyyətlərini, heç bir şanslarının olmadıqlarını onları sübut etmək mənim üçün çox vacibdir. Onlar dərk etməlidirlər ki, mənim götür-qoy edib hər tərəfli qurduğum istənilən iş uğurla sona yetir. Hətta lap sizin kimi ekspert əleyhimə işləsə də. Lakin siz özünüz də bu art həqiqətdən kömək İstəmisiniz? Bunlar müxtəlif anlayışlardır. O bizim əminliklə öz imkanlarımızı nümayiş etdirdiyimiz əməliyyatı düşünüb daşınmışdır. Lakin o da öz növbəsində yalnız və yalnız icraçıdır. Qoy lap istedadlı icraçı olsun. Yəqin ki, sizə misilsiz məsləhətlər verdiyinə görə vəkili özünüzün tam hüquqlu şərikiniz hesab etmirsiniz. Deyəsən, hərəkətlərinizin tərkibini başa düşdüm. Siz tam qələbə istəyirsiniz. Xallarla deyil, nokautla. Doğrudurmu? Tamamilə doğrudur. Bu mənim üslubumdur. Nokautla qələbə, tam qələbə, hətta rəqibin öz məğlubiyyətinin kiçicik şübhəsi olmayanda belə. Sizin hər birinizin özünə məxsus üslubunuz var, Dronqo bildirdi. Çox deyil ki, nə? Heç nə. Əgər qələbəyə belə əminsinizsə, onda nə üçün mənim təhqiqatla iştirakım sizi bu dərəcədə narahat edir? Siz müəyyən illüziyaların yaranmasına səbəb olursunuz, xam xəyallarsa həmişə çox təhlükəlidirlər. Hətta sizi aradan götürsələr belə, illüziyalar yoxa çıxmayacaq. Əksinə, özlərinə daha da möhkəm yer edəcəklər. Bizə sizin bu işdə iştirakınızdan özünüzün imtina etməniz lazımdır. Belə olan təqdirdə ilğamlar da yoxa çıxacaq və mən təmiz qələbə çalacağıma əmin olacağam. Nəyə görə mənə güllə atırdılar? Mən başqalarının səfehliyinə cavabdeh deyiləm. Yeri gəlmişkən, onlar sizi öldürmək fikrində deyildilər. Mən bunu onlar atəş açmağa başlayan kimi başa düşdüm. Əks halda onlar bir balaca aşağı nahiyəni hədəf seçib atardılar. Görürsünüz, hər şey necə də sadədir. Biz hər bir şeyi nəzərə alıb yerli yerinə qoyuruq. Yəqin hələ bilmirsiniz ki, cənab Hekket bu gün günorta Moskvaya uçur. O belə hesab edir ki, əsas hadisələrin cərəyan etdiyi məkanda olmalıdır. Onu öz evimə dəvət etmək fikrində deyiləm. Dronqo mızıldandı. Sizin öz işinizdir. Amma razılığınızı eşitmədim. Hələ də deməmsiniz. Təklifin barədə nə fikirdəsiniz? Bir neçə gün bundan əvvəl Mr. Hekket öz üslubundan danışdı. İndi isə siz. Müsaadənizlə mən də öz üslubumda qalardım. Nə qədər ki, sona çatmayıb oyundan çıxmıram. Otağa sükut çökdü. Bu sizin son qərarınızdır. Evin yiyəsi ahəstə soruşdu. Hər halda, bunun nə ilə bitəcəyini görmək mənim üçün maraqlı olardı. Deməli, məni başa düşmədiniz.
Ev sahibi məyus-məyus dilləndi. Yaxşı, bəlkə də belə daha yaxşıdır. Bu gün artıq cümə axşamıdır. Hərraca bir həftə qalır. Bazar ertəsinə ərizələrin son qəbul gününədək isə düz 4 gün. Əgər hesab edirsiniz ki, nəsə alınacaq, cəhd edin. Yalnız aqoniyanı uzadacaqsınız. Onsuz da biz qalib gələcəyik. Nokautla. Drongo susurdu. Hələ ki, bütün kozırlar onun rəqiblərinin əlində idi. Cavab qaytarmağın mənası yox idi. Xudahafiz, Evias ayağa qalxdı. Sizinlə söhbət etmək mənim üçün maraqlı idi. Sizi maşında evinizə aparacaqlar. Sizinlə bir həftədən sonra söhbət etmək daha da maraqlı olacaq. Amma onda artıq mənim bütün təkliflərim qüvvədən düşmüş hesab ediləcək. Düşünürəm ki, heç olmazsa bunu başa düşmüsünüz. O bayıra çıxanda Drongo başını arxaya əyib gözlərini yumdu. Geri qayıdarkən o bütün yol boyu susdu. Bu dəfə ona qandal taxmadılar. Sadəcə olaraq evinin yanında düşürdülər və hətta gülləsiz tapancasına da geri qaytardılar. O öz mənzilinə qaydanda səhər saat 5 idi. Duş qəbul edib əyin başını dəyişdi. Lazımi əşyalarını çamadanına qoyub bir həftədən sonra buraya qayıtmaq üçün küçəyə çıxdı. Bəlkə də heç vaxt qayıtmayacaqdı. 4-cü gün. Drongo şirkətdə günorta saat 2-dən sonra göründü. Bu zaman ilin ona zəng etməkdən ötürü bütün telefonları ələ-əvələ etmişdi. 3 dəfə öz adamlarını Drongo'nun mənzilinə göndərmiş və onlar da hər dəfə əli ətəklərində uzun qayıtmışdılar. Artıq Andreyin əli hər yerdən üzüləndə Drongo tutqun və sifətdən çıxmış bir halda şirkətdə peyda oldu. Vəfalı çamadancığazı da onunla bircə idi. Siz hara buxarlanmışdınız deyə ilin onun üstünə düşdü. Biz şülküd olduq. Gecən pis yatmışam. Drongo qaşqabaqlı cavab verdi. Məni qara basırdı və ona görə də küçəyə havamı dəyişməyə çıxmışdım. Hələ də gəzməyimdə idim. Qara basırdı, ilin anlamadı. Qara basırdı, deyə Drongo əllərini göstərdi. Biləklərindən qandalların özünə məxsus izləri hələ də nəzərə çarpırdı. Təhqiqatdan imtina etmək istəyirsiniz, deyə Andre soruşdu. Xeyr, baxmayaraq ki, bu gecə mənə çox inandırıcı bir təklif etmişdilər. Bilirsiniz, onlar bütün bu vaxtı məni izlədilər və az qala tutacaqdılar. İliyin xəbər verdi. Təsəvvür edirəm. Bura əlbəttə ki, soxulmazlar. Yeri gəlmişkən, öyrənin görün burada harada boş kabinet var. Sizə köçüb qalmaq fikrim var. Hətta üz qırxmaq üçün dəstimi də gətirmişəm. Öyrənərəm. Andre gülümsüdü. Belə hesab edirsiniz ki, şirkətdə qalmalıyıq? Düşünürəm ki, bəli. Hətta sağlamlığa da xeyri var. Fedosayev xanım öz kabinetindədir. Uşaqlar bütün Moskva boyu öz yoxlamalarını davam etdirirlər, amma hələ ki, həlak olan qızın izinə düşə bilməyiblər. Müsaadenizlə, mən üzümə təraş etdim. Sonra isə generalın yanına gedərik. İşimizi hələ çoxdur. Bircə qaynar suyun yerini mənə göstərin. Yarım saatdan sonra o Fedosayevin kabinetində oturmuşdum. Deyirlər, gecəniz çox ağır keçib. General soruşdu. Pis yatmışam. Drongo qısa cavab verdi. Amma artıq çimir etməyə macal tapmışam. Səhər oteldə nömrə tutdum və biraz yatdım. Düzdür, nömrədə isti su olmadığından üzümü qırxa bilmədim. Hansı oteldə idiniz? General təəccübləndi. Ən sadəsində, Drongo izah etdim. Heç bir şübhə doğurmamaq üçün, həmçinin rahat yatmaq üçün orada sənədlərimi qurdalamasınlar. Sizə hədə qorxu gəliblər, tərifləyiblər desəm daha düzgün olar. Həm də çox sərfəli təkliflər ediblər. Siz də imtina etdiniz, general qımışdı. Mən razılaşdım. Drongo cavab verdi və Fedosayevin heyrətlənmiş gözlərini görüb izah etdi. Onların təklifini bir həftədən sonra qəbul edəcəyimi bildirdim. Lakin bildirdilər ki, gələn cümə axşamı bütün təkliflər öz qüvvəsini itirmiş olacaq. Çox təəssüf. Lənət şeytana. Bu qətlə yetirilən qız olmasaydı, general deyindi. Biz hətta öyrənə bilmişdik ki, onlar hər rajda məhz hansı məbləği təklif edəcəklər. Biz 50 milyon dollar artıq verməyə hazırıq. İşlər elə yaxşı yağ içində gedirdi ki, qəflətən bu lənətə gəlmiş Bulyonka Vikent Alekseyeviç özünü necə hiss edir? Çətinliklə hərəkət etsə də biraz babatdır. Amma həkimlər deyirlər ki, bir neçə gündən sonra gəzə biləcək. Çox yaxşı. İndi biz bu mayorla işlərimizi həll etməliyik. Mənə generalın daha bir köməyə lazım olacaq. Bir də adamlarınızdan bir neçə nəfər.
Milis mayoru ilə Fedosoyev təkrar etdi. Sizə elə gəlmirmi? Bu zabitə baş qoşmamağımızın məsləhətdir. O rəsmi vəzifəli şəxsdir. Hələ ki o bizim yeganə şahidimizdir. İstəyirsiniz ki, mən daxili işlər idarəsini hücum təşkil edim? Xeyr, istəmirəm. Amma mənə Lysakovun öz ərazisindən kənara çıxaraq danışmaq çox vacibdir. Başqa sözlə desək, onunla öz məhəlləmdə görüşmək istərdim. Deyirsiniz ki, onu dartıb buraya gətirək? Səbr edin, general. Əsəbləşmək lazım deyil. Mən hər şeyi çox gözəl anlayıram. Anlayıram ki, sizin şirkətiniz böyükdür. Rusiyanın ən iri kompaniyalarından biridir. Anlayıram ki, çox tanınmış adamsınız. Qorunası atsanınız var. O milis mayorudur və cinayət axtarışı idarəsində işləyir. Amma siz də məni anlayın. Bugünkü gecənin bir neçə saatını mən qolum qandallı keçirmişəm. Məni az qala öldürəcəkdilər və ümumiyyətlə hələ də baş açmıram. Necə olub ki, sağ qalmışam. Əgər yenə əvvəlki kimi desəniz ki, heç nə mümkün deyil, biz heç vaxt heç nəyə nail ola bilməyəcəyik. O sustu. Özünü saxlaya bilmədiyinə görə qanı qaraldı. Bu qeyri-normal keçən gecənin təsirindən idim. General susurdu. Nəfəsini dərməyə belə ürək etməyən Andrey İlyin onun yanında dayanmışdı. Nəhayət Fedosoyev soruşdu. Təklifiniz nədir? Mənə mayorun ev ünvanı lazımdır. Drongo yorğun-yorğun dilləndi. Konkret harada yaşayır? Bu axşam mayor evə gedəndə mən onun yoluna çıxmağa çalışacağam. Yəqin ki, Lysakov ağlına belə gətirmir ki, mən bir daha onun gözünə görünməyə cürət edirəm. Yaxşı, general üzgün razılaşdı. Bunu sizin üçün öyrənə bilərəm. Hə, bir də, general, amma inciməyin. Biz ikimiz də peşəkarıq. Mənə elə gəlir ki, sizdən informasiya sızmışdır. Generalın sifəti qıpqırmızı ləkələrlə örtüldü. Demək belə, bu dəfə mənim üçün nə xəbər dartıb çıxartmısınız? Biz Svetlana Kaptevanın mənzilinə gedərkən bu haqda artıq kimsə bilirmiş. Özü də məhz biz oraya gedən məqamda xəbər tutublarmış. Elə buna görə də oradan çıxarkən bizi atəşə tutdular. Ondan tez çatdıra bilməyiblər. Biz bu barədə artıq danışmışıq deyə general sifətini turşudub xatırlatdı. Ancaq 4 nəfər bu barədə bilirdi. Siz mən və Andrey İlyin. Vikent Alekseyeviç isə indi evində yataqdadır. Nəyə görə məhz indi bu barədə xatırladığımı izah edərəm? Drongo izah etdi. Dünən axşam məni oğurladılar. Onlara yalnız mənim ünvanım bəlli deyildi. Bunu isə tapıb öyrənmək çox müşkül məsələdir. Onlar həmçinin mənim Aleksandr Mixayloviç üçün işlədiyimi də bilirdilər. Onlara bizim münasibətlərimiz hər bir təfərrüatı ilə bəllidir. Və nəhayət ən başlıcası kimsə onlara şefinizin müəyyən tip qadınları olan məxsusi ehtirası haqqında məlumat vermişdir. Yaxınlarından kimsə onun xoşladığı qadınlardan, xasiyyətindən, vərdişlərindən, özünü aparmaq tərzindən ağız dolusu danışıb. Hamısı da oteldə görüşən təxirə salınmadan baş tutması və Aleksandr Mixayloviçin o qızı öz nömrəsində dəvət edilməsindən ötürü edilib. Bu, kimsə Aleksandr Mixayloviçin evinə gedən təmiri, onun mehmanxanaya köçməyini də xəbərləyib. General ilə İlyin baxışdılar. Faktlar həqiqətən çox böyük təsir bağışlayırdı. Bəs siz nə üçün susurdunuz? General soruşdu. Bu ağlıma ancaq gecə ikən gəlib. Bütün xırdalıqları götür-qoy etmişəm. Sizin şirkətdən kimsə əks tərəfə işləyir. Həm də bu kimsə Aleksandr Mixayloviçə çox yaxın bir adamdır. İndi çox şey bildiniz. Hal-hazırda isə sizə yalnız fikirləşmək və onun adını çəkmək qalır. Kaptavacilə getməyimiz haqda biz dördümüz bilirdik. General israrla təkrar etdi. Siz məndən də şübhələnirsiniz? Xeyr, hələ ki xeyr. Hələ ki görə minnətdaram. Amma mən bütün bunları xəbər verən və yaramazı necə tapa bilərəm? Onu necə seçib tapa bilərəm? Mənə kağız qələm verin. Drongo xahiş etdi. Necə qələm? Fərqi yoxdur. Mən Parker xoşlayıram. Amma adi deyircəkli qələm də verə bilərsiniz. Andrey Drongoya öz qələmini verib, özü üçün bloknot çıxartdı. General ona kağız uzatdı. İllini isə qələm verdi. Ümumiyyətlə, mən bunu etməyi xoşlamıram, Drongo etiraf etdi. Bu düşündüklərini dilinə gətirməyə bənzəyir. Nə isə intim bir şeydir. Sən isə onu sirk tamaşasının səhnəciyi kimi açıq avarda qoyursan. Bu dəfə istisna edə bilərəm. Birinci sual. Məhz kim bilirdi ki, Aleksandr Mixayloviçin evində təmir gedir və o oteldə yer tutacaqdır?
Çoxları general düşünüb cavab verdi. 20-30, bəlkə də 40 nəfər. Siyahı tutun. Çalışın heç kimi unutmayasınız. Əgər fikrinizdən kimsə çıxıbsa, qorxulu bir şey yoxdur. At həmişə bütün siyahılarda dolaşacaq. İkinci sual. Patronunuzun zövqləri haqda məhz onun hansı tip qadınlara qarşı olan sevgi dolu meylləri barədə kimin xəbəri var idi? Hamının general narazı mızıldandı. Mənə belə gəlir ki, üsulunuz qeyri-də deyil. Bağışlayın Drongo, bu sadəlövlüdür. İndi o dövran deyil. Sonra İlin öz qeyd dəftərçəsində ciddi cəhdlə nəsə yazıb doldurduğunu görən Drongo generalın söyləndiklərinə qulaq ardına vurdu. Görünür İlin ekspertə öz rəyisindən daha çox inanırdı. Kim bilirdi ki, siz ünvanımı axtarırsınız və Andrey İlinin mənim evimə gəlməsindən kimin xəbəri var idi? Maraqlıdır, general donquldandı. 5-10 nəfər bilirdi, çoxunun xəbəri yox idi. Onların adlarını yazın. Drongo davam etdi. Mənim Parisə, Aleksandr Mixayloviçlə görüşə getməyim haqda və Lyuba Mudrovla bir neçə dəfə söhbətləşməyim barədə kim bilirdi? Tək-tük Fedoseyev fikirli-fikirli sözünü uzatdı. Barmaqla saylası qədər az adam. Növbəti sual. Drongo iri, səliqəsiz xətlə yazaraq hər bir sualı nömrələyirdi. Öldürülən qadınla ünsiyyətdə kim olub? Kim onun yanında ola-ola o qadın və əks tərəflə özünə məxsus rabitəçi rolunu oynaya bilərdi? General təşvişlə İllinə nəzər saldı. O cəld qeyd dəftərçəsinə bir neçə familiya yazdı və nəhayət sonuncu sual. Drongo söylədi. Bizim Kapteva ilə maraqlanmağımız və onun yaşadığı evə getməyimiz haqda kim məlumatlı idi? İndi isə bütün soyadları müqayisə edin və bütün siyahılarda iştirak edən familiyanı seçin. General özünü saxlaya bilmədi. Lənət şeytana, heç vaxt ağlıma belə gəlməzdi ki, hər şey bu qədər sadədir. Xeyr, sadə deyil. Əsas məsələ sualın düzgün qoyuluşundadır. Çoxları belə düşünür ki, əsas şübhəli şəxsin cavablarıdır. Lakin bu yanlış fikirdir. Əsas məsələ müstəntiqin suallarıdır. Düzgün qurulmuş sual müvəffəqiyyətin yarısıdır. Hansısa Amerikan fantastının deyəsən Azimovun yoxsa Şeklinin hekayəsində oxumuşdum ki, kainatda bəşəriyyətin istənilən sualına cavab vermək iqtidarında olan ideal maşın, kompüter mövcud imiş. Lakin heç kimə heç bir sual cavab almaq müəssər olmayıb. Hekayədən çıxan nəticə çox heyran edici paradoksal olmuşdur. Mütləq həqiqəti əldə etmək üçün sualın qoyuluşu düzgün olmalıdır. Onlar düzgün qoymaq üçün isə biliklərə malik olmaq lazım imiş. İnsanlar da o biliklərə sahib deyilmişlər. Qapalı dairənin faciəsidir. General anlamadı. Fantastların buraya nə dəxli var? Amma sizin çox qeyri-adi üsulunuz var. O etiraf etdi. Çoxdan aza. Biz şübhəlilərin siyasını tutarıq. Sonuncu sual. Drongo yorğun-yorğun xatırlatdı. Dördümüzdən savayı kim bilirdi ki, biz Svetlana Kaptevagilə gedirik? Heç kim, general qəti şəkildə dedi. Belə çıxır ki, Satqın bizim dördümüzdən biridir. Siz qəbul otağından danışırdınız, Drongo xatırlatdı. Bu zaman orada kim var idi? Mənim katibim, general cavab verdi. İlin xatırlatdı. Bir də Lyonya. Fedoseyev ona tərəf çevrildi. Nə? Bizim sürücü? O Aleksandr Mixayloviçin sürücüsüdür. İlin etiraz etdi. Siyahı general qışqırdı. Suallar hanı? O siyahını qamarlayaraq nərildədi. Sizi görüm, o ki bilirdi mənzildə təmir gedir. Əlbəttə, qızlar Aleksandr Mixayloviç yanına aparan o idi. Həmişə ancaq o. İlyin buz kimi soyuq səslə xəbər verdi. Sən Drongo'nun yanına kiminlə getmişdin? Sal yadına. Onunla Andrey dodaqlarını rüzlə aralayıb dilləndi. Siz ki özünüz demişdiniz, bu işə çox adam qoşmaq məsləhət deyil. Sən ünvanı dəqiqləşdirəndə Lyonya qəbul otağında idi. Bəli, o sizin katibinizlə yanaşı oturmuşdu. Biz danışmaq üçün onu çağırtdırmışdıq. O indi haradadır? General bağırdı. Tapın, təcili axtarıb tapın onu. İlin kabinetdən yüyürə-yüyürə çıxdı. Lənətə gələsən. Hər şey olduqca sadə görünür. General kabinet boyu var-gəl etdim. Doğrudanmı siz suallarınızı elə indicə fikirləşib tapdınız? Xeyr, mən artıq neçə illərdir ki, bu sualların üzərində baş sındırıram. Sava Afanasyeviç, əslində hər şey elə əvvəlcədən məlum idi. Aleksandr Mixayloviçin yanında kimsə olmalı idi ki, onlar belə avanturaya əl ata bilsinlər.
Kimsə xəyanət etməlidir ki, onlar müdafiəyə zəif yer tapıb işi müdirimizin hissləri üzərində qursunlar. Açığını deyim, Leoniyadan şübhələnmirdim. Təkcə elə ancaq ona görə ki, məhz o öldürülən qızı aparıb gətirirdi. Bu tövr uzlaşma mənə qeyri-mümkün gəlirdi. Çünki bu açıq-aşkar oğlanı zərbə altına qoymaq idi. Amma bizim rəqiblərimizin öz uğurlarından o dərəcə əmin idilər ki, onlar belə xırda-mırdalar şeylə maraqlanmırdılar. Düşünürəm ki, biz oğlanla danışıb hər şeyi öyrənməliyik. Mən bu əbləhdən hər şeyi öyrənəcəyim. Fedoseyev yumruqlarını düyünləyib söz verdi. Hamısını birər-birər. İş arası Lisakovunda ünvanı mənə lazımdır. Drongo xatırlatdı. Bəli, xatirimdədir. General telefonu dəstəyini qaldırdı. Mənim hələ ki din ilə köhnə əlaqələrim var. Onun ev ünvanını öyrənməyə çalışıram. Amma bu gün axşam onun başına nəsə bir hadisə gəlsə, keçmiş həmkarlarımla aramızda ciddi problemlər yaranacaq. Drongo generala mane olmamaq üçün ayağa durdu və pəncərəyə tərəf yönəldi. General onun arxasında dayanıb, danışan müddətdə o şirkətin binasının qarşısındakı meydana tamaşa etməyə başladı. Aşağıda ofisə işə gələn məşdaşların avtomobilləri dayanmışdı. Bütün dayanacaq əsasən xarici markalı maşınlarla dolu idi. Bununla da təkcə zənginlik deyil, həm də elit təbəqəyə mənsubluq nəzərə çarpırdı. General dəstəyi yerinə qoyanda Drongo məsaya yaxınlaşdı. Ünvanı mənə yarım saatdan sonra deyəcəklər. General dərindən nəfəs aldı. Elə bu anda da Andrey İlin kabinetə cumdu. O yoxdur, elə çandardan qışqırdı. Heç yanda tapa bilmirik. Bu gün işə çıxmayıb. Evdə də telefonu cavab vermir. Deyəsən, mən rəqiblərimizi yaxşı qiymətləndirməmişəm. Drongo qeyd etdi. Tez getdik ora. Bəlkə də hələ çatdırarıq.